Selamun aleyküm əziz və hörmətli dostlar. İmkanı olsa yoldaşlarımızı çağıraq. Yavaş-yavaş əziz dostlar, bu projenin sonlarına gəlirik. Bir həftə yarım qalır bu projeden və gələn həftə, bu həftə yox, gələn həftə çərşənbə ən son günü olacaqdı projeden. Çünkü o birisi partilər ki, gəlməyəcəklər, onlar gəlməyəcəklər zahirən. Fəqət qalacağıq ki, projenin davamı üçün onlar ki, buradan gəliblər, şirkət ediblər, onlar ya yazılı ya da səsli, videolu cavabları versinlər. Mən indi çalışıram ki, dostlarım birazdan qonaq çağırım, yəni çağırım gəlsinlər. Görək ki, qonağımız da təşrif gətirsə. Tamam. Salam əziz və hörmətli dostlar. Xoş gördük. Bizim bir hörmətli dostumuz var. Kürşad bəy Ağdərəli. Bu Güney Azərbaycan səsi səfərlərini idarə edir. Kanalı var YouTube'da. Bizim də videolarımızı edit edir, ortada yayır. Dostlar eləyə bilərlər ki, yəni xahiş edirəm ki, bu dostumuzun Güney Azərbaycan səsi kanalın subscribe eləyin və təşviq eləyin. Milli hərəkətdə hər kəs çalışır öz əndazəçisən. Heç kəsdən çox intizarımız olmamalıdır. Hər kəsin mənim bir həddə çıxarım var, o birisinin bir həddə, o birisinin bir həddə. Yəni bizim heç birimiz möcüzə eləyə bilmərik. Hamımız da zəhmət çəkən insanlarıq. Çox çətinliklə zəhmət çəkirik və işləməyə çalışırıq, çörək çıxartmağa çalışırıq. Onun üçün himayət eləməliyik. Bir-birimizdən himayət eləməliyik. Adamlar görürsə bir nəfər yaman Yoğuz deyir, 1 milyon nəfər onu subscribe eləyibdir. Gedirlər onu otururlar, yüzlər nəfər baxırlar. Amma bir dənə düşüncə səhifəsinə ya bir dənə milli fəalın səhifəsində görürsünüz ki, az adam var. Ya gedib subscribe eləmirlər. Məsələn, subscribe eləsəz, o mümkündür ki, bir gün bir dəramədə də yetişir. Oradan məsələn 1000 nəfər baxanda bir dolar ona pul verərlər. Ya 10.000 nəfər baxanda 1 dolar pul verərlər. Biz bu qədər qıcıq olmamalıyıq ki, məsələn, niyə o 1 dolar alsın? Biz bir mətləbi oxuruq, xoşumuz gəlir. Ona bir dənə qəlbi qoyaq, o biraz çox yayılsın. Bu çox yaxşı olar. O dostumuz hər halda Kürşad bəy Ağdərəli, elə indi də o həlalzadə deyirlər. Həlaldan törənmiş bir adam olduğu üçün elə əlan bir yazı göndərdi, səs göndərdi, mənə cavab verdi. Ərz eləyim ki, dostlar, o mənə deyir ki, danışanda 1, 2, 3 de ya da əl vur. Salam və hörmətlə tamam dostlarımıza salam və saygımızı, hörmətinizi qəbul edin. Hər zaman ki bu videonu görəsiniz, indiyə gələcək da sizə can sağlığı arzuluram. Var olun, sağ olun. Milli hərəkətin və məmləkətimizin, millətimizin azadlığı, istiqlalı və dünya topluluqlarında üstün durması, gəlməsi düşüncədən gedir. Biz məcburuq. İstər istəməz düşüncə yaradaq. Bir dənə məqalə oxurdum, yazmışdı ki, dünyanın ən çox kitab oxuyan yeri bu günləri dünyada Amerika deyil, İngilistan deyil, Fransa deyil, bəlkə Hindistandır. Ortalama gündə adamlar, biri məsələn 10 saat oxur, biri yarım saat oxur, ya 2 dəqiqə oxur, ya biri əslən oxumur. Ortalama 2 saat gündə adamlar Hindistanda kitab oxurlar. Onun üçün bir əbər qüdrət qalxır orada. Onun üçün kitab yazanlar müştəriləri var, baxırlar, görürlər, düşüncə ürətməlidirlər. Düşüncə üretirlər və insanlar o düşüncələri alırlar. Bizim İranda, toplumda
mütaliənin üstə ortalama gündə 2 saniyədir. Ortalama gündə 2 saniyə mütaliə var. Yəni ki, burada düşüncə yoxdur. Çünki insanlar düşüncə olursa, ciddi bir şey olursa insanlar onu oxurlar. Pul verirlər, alırlar. Amma biz niyə kitablarımız oxunmur, niyə şeylərimiz oxunmur? 2-3 dəlil var. Bir bu vardı ki, heç kəs farsını düzəməlli başarmır. Heç kəsin də çox adamın da farsı dilində yazıb oxumaqdan xoşu gəlmir. Və deyir ki, bu mənim dilim deyil. Yəni bir millətin %75-i 80-i, 85 milyon, 88, 90 milyon deyək adam var İranda. Bunun 75-80% dostlar şey deyil, fars deyirlər. Fars dilindən xoşları gəlmir, zorlanıblar. Çətin də olaraq, hətta danışqahdan çıxanlar, Pezeşkiyan hətta danışanda dedi ki, biz danışqahlarda yalandan gəlmişik, bir şirkət açmışıq, danışqah şirkəti, buna çox şöbələr vurmuşuq ki, Avropanın tamam danışqahlarından çoxdur. Amma oradan çıxanlar belə fars dilində bir şey oxuyanmırlar, yazanmırlar 5 cümlə, 10 cümlə. Əlaqələri də yoxdur. Çünki əvvələn öz dilləri deyil. %75-i, 80-i öz dili deyil. Öz dili olmadıqca marağı da yoxdur. Çünki fars dilində çörək çıxartmayacaq ki, bu cədə türk dilində çörək çıxacaqdır, ərəb dilində, bəlus dilində, türkçəmən dilində, qəşqai dilində, onlarda çörək çıxacaqdır. Bu fars dili buna fəqət ömrün tələf eləməkdir. Yəni adamlar aparırlar danışqahlarda, ömrü tələf olur. Mən danışıram ki, qonağımız təşrif gətirsin, Cənab-ı Yahyayı təşrif gətirəndən sonra qeyd edəcəyik öz məsələmizə. Əlbəttə onda da elə şey eləyəcəyik. Ona görə bir də, yəni %75-80 insanlar farsı dilin ona görə oxumurlar, farsı kitab oxumurlar. Bir də insanlar ki, herfeyi kitab oxuyandılar. Bunlar da baxırlar, görürlər kitablarda düşüncə yoxdur. Taza bir şey yoxdur, ciddi bir şey yoxdur, değişən bir şey yoxdur. Elə bu kitabı qabaqcanda oxumuşduq. Məsələn, mən görürəm, insanlar çox roman oxurlar. Tamam, okey. Kitablar da ki, oxunurlar, dostlar. Bunlar 2 cür kitabdır. Çoxu uşaqların kitabıdır ki, insanlar alırlar, verirlər ki, bu ümidlə ki, uşağımız savadlı olar. Farsı dilin baş tapar. O ümidlə kitab alırlar, baha-baha, amma uşaq da biraz yekəlir, görür ki, bu mənim dilim deyil. Mən bunu istədim, bunun əslində təbiiz oluram. Bu dil məni təbiizə aparır. Bu dil bir vəsilədir. Elə bir ki, dostlar, bəzi cılıtğa var ki, gəllər gəmiyə minəndə ki, əgər düşsələr suya, nəcat tapalar. Fars dili o cılıtğadır ki, biz onu giysək, gərək nəcat tapaq, gərək sərvətimiz çox ola, gərək mövqeyyətimiz çox ola, gərək savadımız çox ola, gərək gəlirimiz çox ola, yaşamımız rahatlaşa. Amma o zaman ki, düşürük bu fars dilindən topluma, ki, dəryadır, görürük ki, ayağımızı bağladı, bizi çəkir aşağıya. Biz millətimizin içində fərqli görürük. İnsanlar bizi əcib baxırlar. Niyə bu fars danışır? Niyə məsələn cümlələri türk deyil? Alver eləmirlər, işimiz kəsad olur. Onun üçün biri də insanda buna görə almır. Yəni, bəzən ki, nəcat cılıtğası olsun, bu nə mənədir? Bir dəmirdir əyaqda, bir kündədir əyaqda ki, bizi aparsın əşaya, yatırsın. Həm beyinsəl olaraq fars dili bizi əşaya aparır, yəni fars dili hər kəs örgəsirsə, bunun beyni mütəəssifanə camid olur. Çünki bunun içində sözlər, dostlar, söz sadəcə söz deyil ki, bunun içində məna var, hər sözün içində. Bu da camid edir. Necə insanlar İranda hər kəs bu dili oxur, nəcatpərəst olur. Hər kəs bu dili oxur, ziddi insan olur, hüquq bəşər olur. Niyə? Çünki bunun içində bu anlamı yerləşdirirlər. Tarixçi olur, kuruşçu olur, keçəcəyə bağlı olur. Keçəcəyə şey olur. Hətta bunun dinçiləri də o cürdür. Yəni, fars dinçiləri hamısı qeydilər 1400 il, 1200 il, 1260 il, 1270 il bundan qabaqda İmam Hüseynə ya Həzrət Məhəmməd zamanında orada donurlar, qalırlar. Hər halda bu mütəəssifanə istəməyək fars dilinin səbəb olduğu məsələdir. Bais olur ki, bizim millətimiz düşüncə yaratmırlar. Onun üçün dostlar, biz düşüncə yaradan kitabları, dostları, səfələri himayət eləməliyik. Bizim gələcəyimiz, bizim millətimizin, türklərin gələcəyi düşüncədən gedir.
Düşüncəni də insanlar bəziləri yaza bilirlər, bəziləri yaza bilmirlər. Əslən türkcə yazsalar oxuya bilmirlər. Farsda yazanda məfhum və qavram ki istiruq, əvvələn fars dilindən insanlar mütənəffirdirlər, oxumurlar. Bu birinci. İkinci, fars dili bizim türk dilinin qavramların və türk insanının qavramlarını apara bilmir qabağa. Məcburdur neynəsin? Məcburdur ki, insanlarımız Türk dilində yazsınlar. Bu da bahis olur ki, bir də insanlar, çox insanımız %90, %95 Türkçə oxuya bilmirlər. Bu da məsələdir. Amma şəfahi ki, eşidə bilirsiniz. Yəni, məsələn, əla mən danışıram. Ya, bəzi dostlarımız zəhmət çəkirlər, danışırlar, kanalları var, şəbəkələri var, filanları var, veb-saytları var. Lütfən gedin bunlara subscribe eləyin, bunları üzv olun, qoyun əvvəlin üzvünün çoxluğu görürsün. Bu da hər nə qədər bir səfənin üzvü çox görürsünüzsə, like-ı, o qəlbi ki qoyursunuz, o qəlbi çox görüşürsə, ya subscribe edirsinizsə, bu çox adamlara yetişir. Çünki o deyir ki, bunun tərəfdarı çoxdur. Yəni, o algoritmi deyirlər də, algoritmi ki vardı, o hesab edir ki, bunun tərəfdarı çoxalır. Mən bu cür insanlara, ya bu nahiyədə oturan insanlara bunu getirim. O, onu o insanlara önərir ki, tamam, siz gəlin bu filan kəsin səsini eşitdiniz, xoşunuz gəldi. Bu da aynı dildə danışır. Bu da aynı mövzuları danışır. Mən də bunu hətta dünən gecə bildim ki, mənim özümə bir dana bir mətləbi xoşum gəldi. Onu subscribe elədim. Ayrı dildə idi. İttifaqən ərəbcə idi. Mənə yazdı ki, sənə 30 gələn 30 gündə bu videolara, videoları göndərəcəm. Oradan bildim ki, bu foran təşxis verir ki, mən məsələn ərəb dilində bu cür bir mətləblərə əlaqəm var. Əlbəttə, iki cürə mətləb indi mənə daimən göndərir. Onlara mən baxıram. Biri ərəb dilində tarixdir, biri də ərəb dilində siyasətdir. Bəzən gündəlik məsələləri də göndərir. Calib, məsələn, bir dənə web şey vardı, səhifə vardı, onu hər gün göndərər. Məsələn, adı da Həl Tələm, bilirsənmi? Bilirsənmi? Həl Tələm, bilirsənmi? Ondan sonra dünya üniversitelərində olan araşdırmaların əsasında sizə bir cümlə, məsələn, 2 dənə, 3 dənə cümlə gətirir ki, bilirsiniz dünyada, məsələn, filan şey filandır. O cür bir gözəl bir şey düzəldiblər. Elə adını qoyub Həl Tələm tikilmadı. Əlbəttə, səfənin özünün adını bilmirəm. Mən fəqət elə o yazılı ki, başda yazılır Həl Tələm, oradan başlayır. Ya Tələm, ənəl filan, beləsi başlayır cümləsi həmişə. Hər halda, əziz və hörmətli dostlar, qonağımızı gözləyirik. Cənab-ı Məhəmməd Hüseyn Yahyayı Azərbaycan Demokrat Firqəsi təşkilatının rəsmi olaraq bizim sorularımıza cavab vermək haqqı olduğunu da elan edeyim. Və əziz dostlar, mən İnsaf Əli Hidayət Düşüncə Bağı Otağının apardığım proqramdır. Biz bura bir neçə proje tərif eləmişik. Buradan bir dana proje tərif elədik, icra eləməyə başlamışıq. Bir həftə yarım sonra bu proje qutaracaqdır. Taza proje başlayacağıq. Bu projede umarım ki Döktür Yahyayı mənim səsimi eşitsin, bilsinlər ki, burada mənə yazmalıdırlar. Bəzən gedirlər, mən live-da olanda o səfhəmdə yazırlar. Onu mən görə bilmirəm. Əgər səsimi eşitsələr, xahiş edəcəyəm ki, gələrlər, live-a girələr. Live-da mənim, əgər o başda baxsalar, adamların əksi görsənir, orada biraz o özünüzə çəksələr, mənim əksimi görəcəklər, üstündə yazıb live, ya da ki, mənim səfəmdə aşağıda, hər yerdə ki, mənim əksim vardı, o gedir səfəmə, onun üstündə vuranda, üstdə görsədir ki, live-dır, yenə üstündə vuranda live-a girə bilirlər. Əlbəttə, tamam. Ərz edim ki, biz belə bir proje tərif elədik bu düşüncə bağına. O da budur ki, Güney Azərbaycanda siyasi təşkilatların düşüncələri ilə, fəlsəfələri ilə, ideolojiləri ilə, siyasətləri ilə, anlayışları ilə, yol xəritələri ilə, amacları ilə bizi hara aparacaqlar? Bunlarla tanış olaq. Çünki bunu bilirik, insanlar, görün mən buradan Cənab Yahyayını bir çağırım.
E, Biz düşüncələrlə tanış olmalıyıq. Çünki fərdi hərəkətlər nəticə verməz. Və bir dənə Qur'an ki, indi 100 nəfərdən, 50 nəfərdən, hər neçə nəfərdən olur, eləyə bilir 100 min nəfəri kontrol eləsin. Niyə? Çünki o 100 nəfər ki, amuziş görüblər, bir hərəkət edirlər, bir-birləri ilə həmahəngidirlər, 51-dirlər, çiyin-bəçiyin yol yerirlər. Bunlar eləyə bilirlər. O 100 min nəfər ki, hərəsi özü o birisindən başqa, yanındakından başqa hərəkət edir, bunun qabağında dursunlar. Mənim yadıma gəlir 57 inqilabında insanlar bunun tərsinə əməl edirlər. Xiyabana çıxanda qol-qola verirdilər, ayaqlarını vururdular yerə, elə bir rejə gedirdilər, ərteş kimi hərəkət edirdilər. Yəni, məsələn, qaçmırdılar. O sərbazlar gələndə, o Qur'an gələndə qoyub hərəsi bir tərəfə qaçmırdı ki, bəlli deyil, adamlar da qalır ayaq altında. Bəlkə elə qol-qola verirdilər, gedirdilər qabağa, əzirdilər, gedirdilər. Yəni, bu türsü ona görə o 57-də eləyə bildilər rejimi saqit edilər. Hər halda, onun üçün təşkilatlanmaq lazımdır, təşkilatların düşüncələrini düşünmək lazımdır. Biz birinci projeni bunu tərif elədik. Gələk, Güney Azərbaycan və İranda yaşayan bütün türklərin siyasi təşkilatlarını dəvət edək, onların düşüncələrini öyrənək. Əlbəttə, bundan sonra əgər imkanımız olsa, vaxtımız olsa, bireyləri çağıra bilərik, ya bir ayrı proje tərif edərik. Yəni, bireylər, bəzi şəxslər vardır ki, düşüncə sahibidirlər, siyasət sahibidirlər, amma partidə deyirlər. Onları da çağırmaq olar, onları da bu haqda. İndi bu halda soruşa bilərsiniz ki, Hidayət, sənin özünün stratejin, taktikin, yol xəritən, düşüncən nədir? Deyərəm ki, mən bu projeni tərif eləyəndə, dostlar, əvvəl özümünkün yazdım, qoydum ora, mənim məramnaməm nədir? Məramnaməm deyə bir şey yazmışam. Məramnamə-i İnsafəli Hidayət, farscadır fikir edirəm. Hər kəs istəsə, türkçəsi də fikrim vardır. Hər kəs istəsə bunu oxuya bilər, görə bilər ki, mən nə düşünürəm? Mənim siyasi düşüncəmi, yol xəritəmi, nə cür amacımıza, mən istiqlalçıyam bilirsiniz. Bu istiqlala yetişmək üçün necə getməliyik, necə hərəkət eləməliyik, bunu da öz baxışımla tərif eləmişəm. Mümkündür də bu sözlərin sonunda, yəni bir həftə sonra mümkündür, demirəm hətmən, bir partini seçəm və ona üzv olam. Çünki dediyim kimi partilərin önəmi biləm, amma niyə mümkün deyirəm? Buna görə ki, dostlar mənim tərəfsiz qalmağımı düşünürlər. Deyirlər ki, sən partilərə üzv olsan, bu cür proqramlar apara bilməzsən. Doğru da deyirlər, bu da doğru şeydir. Çünki, məsələn, mən mümkündür partilər düşündüyünün tərsəsini düşünə bilirəm. Ya fərqli düşünə bilirəm və o müstəqil olduğum üçün o fərqli düşüncəni ortaya qoya bilirəm. Amma əgər partinin üzvü olsam, parti bir qərar versə, mən o qərarı tutmalıyam. Çünki bilirik, parti bir ordu kimi əməl eləməlidir. Partidə hər kəsən öz sazını çalsa, partilikdən çıxar. Onun üçün indi görək ki, nə olacaqdır. Hər halda partiləri dəvət elədik. Partilərdən Güney Azərbaycan İstiqlal Partisinin başkanı, sözcüsü Salih bəy İldırım cənabları 11 cələsə huzur gətirdilər, 6-sı huzuri, qalanı qeyri-huzuri videoların, sorularımıza, 500 sorumuza cavab verdilər, yazdılar, göndərdilər. Bula 11 cələsənin 10-unda milli ərdəmli, yəni 100 və birində 50, yəni ən ərdəmli deyə unvan qazandı. Mənfi, yəni olmadı. Əjdər bəy Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliği Təşkilatı Başkanı olaraq söz vermişdi, sorularımıza cavab versinlər. Gəlmədilər, heç bir dəlil də gətirmədilər. Umaram ki, gəlsinlər. Gəlmədikləri üçün hər gün 10 mənfi verdik, üst-üstə 60 mənfi verdik və məncə gəlib cavab verməkləri onların mənfəətinədir. Ha, belə millətimizin mənfəətinədir. Yəni, millətimiz biləcək ki, bu parti düşüncəsi nə qədərdir? Gəlməsələ, cavab verməsələ, biləcəklər ki, bunların düşüncəsi yoxdur. Yəni, sadəcə şüardır. Bir ayrı parti, Azərbaycan Demokrat Partisi, Yunus bəy Şamili o partinin müşaviri olaraq təşrif gətirdi. 6 cələsənin 6-sında, 5-də
milli ərdəmli, yəni 100 aldı hər cələsə də və birində ən ərdəmli, yəni 50 aldı. Amma odur, budur, hələ verən bir aydan da çox da azalıb 2 ay olsun, cavab verməyiblər. Mən hala döşdür Yahyayını gözləyirəm ki, təşrif gətirsinlər, danışıq. Salih bəy Kamirani cənabları o birisi partidir, Azərbaycan Mərkəz Partisi lideri olaraq təşrif gətirdilər. Mən indi çalışıram ki, bu tərəfdən də kompüterimi açım təzəşdən və sayın döktür görüm ki, niyə gələ bilmirlər. Sözümüz buydu ki, saat 10-da olsunlar. Mən 21 dəqiqədə gözləyirəm indi. Bunu mən bir dəqiqə görək ki, Aydökür Yahyayı niyə gələ bilmir? Bunu soruşalım, görelim ki, nə oldu? Yazıb ki, yarım saatdan sonra başlayabiliriz. Mən bunu dostlar bir çıxması yaxşıdır. Mən yayında sizi beklerim. Tamam. Yazdık, geldik. Tamam. İndi gələ bilirlər ya da bir 5-10 dəqiqəcan yazıblar, yarım saat geç gələcəkmişlər. Tamam. Ərz edeyim dostlar, Salih Kamirani cənabları da Mərkəz Parti, Azərbaycan Mərkəz Partisi lideri olaraq təşrif gətirdilər. 5 cələsə və milli ərdəmli, hər gün milli ərdəmli, yəni 100 aldılar və bizim də proqramları yayırdılar. İndi elə bir yaymırlar, ya bilmirəm ki, yayırlar, onu bir-iki dəfə baxdım, görmədim. Umarım ki, bizim proqramı yayırdılar, yaysınlar. Bu böyük bir düşüncədir. Eyni halda gözləyirəm ki, soruların qalanlarına cavab versinlər, yayaq və kitab eləmək mərhələsinə keçək. Gələn həftənin proqramın sonunda başlayacaq kitabları hazırlamağa, yəni hər kəs nə qədər cavab veribdir, görək ki, onlardan bir kitab çıxada biləcəyik. Eldar bəy Qaradağlı Güney Azərbaycan Milli Qurtuluş Partisi lideri olaraq 6 gün gəldi. Hər 6 günün 6-sında da 100 aldı, yəni milli ərdəmli nişanın aldı və ondan sonra da başlayıbdı sorulara cavab verir. Ən sonu da bugün səhər, mən Toronto vaxtı ilə səhər Avropada nahar çağıdır. Nahardan da geçib axşam başına yaxınlaşırıq, cavabları göndərir və biz də bunu dostumuz Kürşad bəy Ağdərələri, o dediyim Güney Azərbaycan Səsi kanalında, YouTube'da bunları edit edir və ora yüklür. Biz də oradan götürüb yayırıq. Məcid bəy Cəvadi Güney Azərbaycan Milli Direniş Təşkilatı Başkanı olaraq mənim səhvimdən dolayı ki, otağın müqərrəratını göndərməmişdim. Eləyə bilməmişlər, mütəvəccüh olsunlar, müqərrəratı bir 4-5 gündə tez dedilər. Mən onları görməmişəm, təvafuqumuz da yoxdur, onun üçün mən gəlməyəcəm. Bu da doğru sözdür, doğru etirazdır mənim səhvim üzündən. Onun üçün dedik, tamam, gəlməsəz gəlməyin, mən filmrə vermədim. Amma yenə də gördüm istər və xahiş edirəm ki, gəlsinlər, sorulara cavab versinlər, ya da elə öz fürsətlərində, yəni öz fürsətlərində soruları göndərmişəm, onlara cavab versinlər, göndərsinlər, biz onları kitab eləyək, yayıq. Sonra Güney Azərbaycan Liberal Demokrat Partiyasının lideri olaraq Haşim bəy Bilgin cənablarını çağırdıq. Mütəəssifanə əvvəl gündən kontrol eləyə bilmədim. İkimiz də
xətalar elədik və bu xətalar üzündə 3-cü gün hətta bir 5-10 dəqiqədə danışmışdıq. Çəkdim, bağladım. Otağı, dükanın qapısını bağladıq. Çünki sayğısız bir mühitdə şey olmaq olmaz və bu ki biz siyasi bir danışığa gedirik. Orada müsabiqə vermək görək ki, kim daha pis, daha aşağıya çəkə bilər o bilsin. Bu müsabiqəyə girməmək üçün müsahibəni bağladıq. Amma yenə də buradan deyirəm, hər halda Haşim bəy bir düşüncə daşır. Bizim xoşumuz gəlməyə. O önəm daşımır. Düşüncə daşır. Düşüncəni nə qədər bilir, nə qədər bilmir. Yenə də o onun özünə bağlıdır, bizə də bağlıdır. Və bu ki, məsələn, biz liberal demokratı heç olmasa danışqahlarda oxumuşuq. Bir neçə kitab hərəmiz oxumuşuq. Onlar ki, bu məsələdə şeydilər. Bir dənə, iki dənə kitab oxumuşuq azından. Və eyni halda, məsələn, Kanadada, Amerikada, Avropada insanlar liberal demokrat camiələrdə yaşırlar. Azdan çoxdan bu haqda bir şeylər bilirlər. Onun üçün Haşim bəy istərsə yenə də öz xüsusi otağında oturar, videoları doldurar, suallara cavab verər, göndərər. Biz də onları yayarıq və onları kitab edərik. O da tarix, siyasi, Azərbaycanın siyasi tarixi referensi olaraq və partilərin referensi olaraq, siyasi təkcə partilərdən ibarət deyil. Amma partilər önəm daşır, bir toplumun gəlişməsini göstərir. Onun üçün o da tariximizdə və referenslərimizdə qalır. Ondan sonra Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi üzvü, qurucu üzvlərindən və müdiriyyətində olan üzvlərdən olan Sadiq bəy İsabəyli cənabları təşrif gətirdi. 6 günün 5 gününün hər günündə Milli Ərdəmli unvanını qazandı və söz verdi ki, vaxtı olduqca cavab versin. Mütəəssifanə indi 2-3 həftədir ki, gözləyirik cavab versin, hələ cavab verməyibdi. Umarım ki, cavab versinlər. Onlar bilirəm ki, ciddi adam cavab verəcəkdir. Mahmud bəy Bilgini çağırdıq. Güney Azərbaycan Demokrat Partisi tərəfindən lideri olaraq, tərəfindən yox, lideri olaraq çağırdıq. Bundan belə ki, 3 ay təqribən bilirdi ki, Aydökür Yahyayı təşrif gətirdilər. Acaba ki, bir dənə salam yazsaz orada mən sizi çağırmaq imkanım olacaq. Mahmud Bilgin cənabları 3 ay bilirdi ki, biz burada nə çağırırıq, nə istiyoruz. Tamam. Amma o günkü növbəti idi, zəh vurdum ki, niyə gəlmirsiniz, heç gözlə burada gəlmir, zəh vurdum, mən müsafirdə gedirəm, 3 gündən sonra gələcəyəm, olmaz. 3 gündən sonra da Aydökür kameranı çöküləcəksiniz özünüzə tərəf və görəcəyik sizi. 3 gündən sonra da yenə zəng elədim, niyə yoxsuz, gəldi, salam aleyküm, aleyküm salam. Mən sizin 500 sualınız var, buna cavab verəmərəm. Mən istərsiniz sizin... Serkan. Salam aleyküm. Kamera bağlı deyim. Qaranlıqdır. Bəli, kameranı əvvəl quracaqsınız. Üstündə bir xət var. O xətt gedəcəkdir, açılacaqdır. Böyürdə, üst sağ tərəfdə böyürdə olacaq. Üstdən. Bu üst tərəfdə, burada olacaqdır. Orada kameranın üstündə vursaq ya da burada olacaq. Bu aşağıda, özünün aşağısında burada olacaq kamera. Onun üstündə bir... Şuna dokunacaq. Tamam, oldu. Düzdür. Arkaya dayansaz mən görürəm ki, nətirsiniz. Hətta biraz telefonun başını qabağa gətirin. Başını əyin özünüzə tərəf ki, oturanda çox görpənsin sizdən. Oldu. Biraz da kameranı sola tərəf aparsa, sağınızda çox yer boşdur. Solda oldu. Salam aleyküm, xoş gəldiniz. İcazənizlə mən müqəddəməni qutarım, sizə dönüm. Mahmud bəy Bilgin cənabları dedi ki, yox, siz məndən bir seçilmiş bir neçə sual soruşun. Mən bu cəlsədə gəlmişəm, cavab verim. Sonra gedim. Mən sizə cavab verə bilmərəm 500 suala. Qərar idi ki, biz danışaq, neynərik? Necə ki, danışaq, neynərik? 3 aydır sizə mən yazı yazıram, dostların müsahibələrini göndərirəm, partilərin müsahibələrini göndərirəm. İndi gəlmişsiniz. Hər halda mən çəkli müsahibəni bağladım. Bunu
qəbul eləyə bilmərik. Çəkdim müsahibəni bağladım. Amma istəsələr öz vaxtlarında yazılı olaraq ya video çəkib soruları bir dana cavab verib göndərə bilərlər. Amma bu məsuliyyətsiz davranmaqdır. Yəni bunu davranmaq mənim haqqım var, bu qəzabəti deyəm. Bunu davranmaq ya ədəbsiz olmaq hər kəsin tərəfindən olur olursa qabil qəbul deyil. Xüsusən partilərin tərəfindən. Və cənab Döktür Məhəmməd Hüseyn Yahyayı cənabları Azərbaycan Demokrat Firqəsi tərəfindən 78 illik bir partinin nümayəndəsi olaraq və söz haqqı sahibi olan bir şəxsiyyət olaraq əvvələn özləri dedilər bizim partimiz, biz gələk partimiz tərəfindən danışaq. Yəni bu çox gözəl idi. Mən alqışlıram, təşəkkür edirəm. Bir dənə parti deyir ki, sən məni görmədin, tuta bilməsən. Ya Güney Azərbaycan ya İranda yaşayan türklərin partiləri ilə danışırsan, mən də partiyəm, məni də gərək danışdırasan. Yoxsa burada ayrı seçkilik olar. Çox gözəl təşxis vermişlər, təşrif gətirmişlər. Keçən 3 günü xidmətlərində olmuşuq, sorularımızı sormuşduq və hər 3 günün üçündə də 100 alıb, yəni milli ərdəmli unvanını alıbdır və 3 günümüz qalır. Biraz tez başlayırıq, amma yavaş-yavaş davam eləyəcəyik və görəcəyik ki, hara çatırıq. Cənab Yahyaya xoş gəldiniz, xoş gördük sizi. Buyurun, salam əleykum, başlayaq. Çok teşekkür ederim Cenab-ı Hidayet. Ben de sizden teşekkür ederim ve aynı zamanda sizin zahmetlerinizi takdirle, şayanı takdirdir. Gerçekten de çok zahmet çekirsiniz. Ve kaldı ki mukaddemede buyurduğunuz gibi aslında bilmiyorum partiler, teşkilatlar milletimizin hizmetinde olmalıdır. O millet de her türlü sual, sorgu eleyebilir, olabilir. Sizin suallarınız da çok mantıklı suallardır, düzdür, dürüsttür ve biz onlara cevap vermek mecburiyetinde yok. Yani bütün teşkilat karar vermez, millet karar verir. Hatta siz de ki bir gazeteci olarak milletin içinden bu sorguları toplamışsınız ve istiyorsunuz. Mutlaka bence bütün dostlar buna cevap vermelidir. Teşekkür ederim. Aynı zamanda bizi takip edenlere de selam arz ediyorum. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm, var olun. Cənab Yahyayı, mən Təbrizdə olanda, vətəndə olanda bu Tehrandan ya Təbrizdən bir məsələn danışığa bir adam çağırırdılar danışçılar. Onları sorğu altına çəkərdilər. Mən bir dəfə oturdum, bunlar sorğuları baxdım. Yəni o sorğu nə mənə gəlmiş kağız, o kağızların hamısını aldım. Gətirdim evə, onlardan bir amar çıxartdım və onu Radio Fərdadan elan elədim ki, məsələn, burada 500 dənə soru gəlibdir. Bu 500 sorunun, məsələn, bilirsiniz, elə suallar soruşurlar öğrencilər, danışçılar ki, o Xatəmi kimi adam, Məhəmməd Rza Xatəmidən danışır, rəis məclis idi, nə bilim, Xatəminin özündən, hər kəsi Həccariyandan filandan, onlar cavab vermək gücləri olmur. Yəni, bir dənə parti İnsaf Əli Hidayətə cavab verdi, nədir? İnsaf Əli Hidayət düzün axtarsa çalışmışam burada. Çox ortada bir gedən, bir aşağı səviyyədə bir suallar mənim nəzərimcə ki, hamı eləyə bilsin, Allah eləməsin. Məsələn, bir dənə partini burada təhqir eləmək vəzifə şeyində deyil. Amma danışçıların qabağına çıxsalar, paniryanistlərin qabağına çıxsalar, rəhmilədi yoxdur. Necə ki, əslində çalacaqlar, ayaq altında əzəcəklər partini. Sən niyə bunu başarmırsan? Sən necə məsələn filan mövzuda düşüncən yoxdur? Deyə bilməsən ki, mənim düşüncəm yoxdur. Ya mən belə düşünürəm, amma bu düşüncədə sən yoxsan. Sən kimin partisisən? Sən kimin partisisin ki, cavab verirlər. Sən parti ideolojisiz olar mı? Fəlsəfəsiz olar mı? Siyasətsiz olar mı? Anlayışı, kəlmələrin mən anlayışını düşünməmişəm. Nə tür danışırsan? Sən farslar işlətdiyi kəlmələrlə türkləri nümayəndəlik eləyə bilər misin? Aynı dilinə istiyoruz ki, bir ayrı milləti nümayəndəlik edək və onları bir dediyimiz yol aparaq. Ola bilərmi? Siz bu millətin dili ilə danışmalısınız, bu millətin düşüncəsi ilə danışmalısınız, bu millətin düşüncəsini inkişaf elətdirməlisiniz. Yəni, əgər biz elə İrancılıqda qalsaq, keçən 100 ilin davamı olsa, yaman nə iradı var ki, elə bunu davam elərik da, ehtiyacı yoxdur ki, gələk məsələn, partimiz olsun, yol dəyişdirək. Parti gəlir ki, bu yolu dəyişdirək, bir ayrı yola aparaq.
Onun üçün bəzi partilər mütəəssifانه cam döşdür Yahyayı özlərin çox üstün görürlər. Əslən mən əla, bundan əlayam ki, gələm suala cavab verəm. Ciddi deyirəm. Bəli, bəli. Bəziləri də Bəli. deyir ki, məni çağır mediada danışdır. Mediada məni danışdır. Onda mən cavab verim. Yoxsa mən özüm evdə oturum, niyə sənə cavab verim ki? Yəni o əslən özün bu qədər əcəlli görmüşü. Deyir, mən mediada məni görsünlər insanlar. Yoxsa mən niyə məsələn vaxt qoyum, cavab verim sorğulara. Təbiidir, cənab Hidayət. Gah tələb insanlar var, özünü xodşiftə insanlar var da, mesela bilirsiniz ki, narsist insanlar ola bilər. Xodşiftə, gah tələb, bəzi bir yerdə özünü üstün görən, yuxarı görən filan. Onlar siyasətə münasib insanlar deyirlər əslində. Siyasətə münasib insan, mutlaka insanlarla, bütün cəmiyyətlə həm rədif getməlidir. Əlbəttə bu demək deyil ki, siz yəni cəmiyyət gəlib sənin başının üstündən geçməməlidir. Sən biləkərə yol göstəricisən. Sən parti olaraq yol göstəricisən, gazeteci olaraq yol göstəricisən. Aydın sən yolu aydınlatan bir insansan. Yəni bu ufuğu göstərəcəksən. Bunlar hamısı düzdür. Amma eyni zamanda da bizim bilirsiniz, o da bəlkə bizim Roşenfek dediğimiz İran Roşenfekrinin bu 100 illik hatasıdır. Zaten o da bahis olub ki, heç vaxt milletin içine girənməyib. Xomeyni gəlir neçə ildən sonra elə bir dillə danışır ki, millet onu anlar, başa düşür ki, nə deyir. Amma Roşenfek danışanda çox adam bilmir. Bizim bir Hizb-i Tude İran'ın Tude Partiyasının Təbrizə gələn bir nümayəndəsi ki, o 1320'lərdən danışır ama özü Təbrizdə gəlmişdir, Təbrizdə Farsı danışır. Təbrizdə parti mitingində Farsı danışır. 1320'lərdə neçə nəfər Farsını anlayabilirdik? Dediler de itiraz edildiler, arkadaş bu Təbrizdir. Bırak sen, kimiz sen nümayəndəcilik edəsən? Türkçe danışıyor millet ne deyir? Hayır biz hani bir dil hani o dediğiniz o zaten doktor Erhan'ın üstadı vardı hani bir dil, bir memleket, bir kültür, bir ferahang demden bir tarih falan. Ulan hamısı mütəəssifانه bəziləri bilmeden icraya bakın. İttifakın bu tarafta da var. Bu tarafta da vardı ki taraf Farsı danışmır. Hayır, ben bu günden itibaren Farsı danışmayacağım. Ben bir kitabım vardı. Bir öz Azerbaycan, Güney Azerbaycanlı birine verdim. Hiç olmazsa İran'da diploma alıp. Kitap Farsı olduğu için gördüm bana tekrar kitabı pes verdi. Dedim ben size ihtiram çok koyayım ama ben Farsı okumarım. Farsı niye okumasan kardeş? Ne olup da Farsı olur? Dilinden davamız yoktu ki bizim. Zihniyetle meselemiz var. Ne fark ederse. Hayır, ben təslim tutmuşam Farsı hiç okumayayım. Ömrümün ahırınca Farsı okumayayım. Bu da doymılıqdır. Bu da bir istilah bir növ ifratidir de. Bu paniryanistler olsa bu tarafta da var demek. Neyse bunlardan geçmeli yok biz. Yani siyasi bir parti, siyasi bir teşkilat olarak bu şeylerden geçmeli yok. Dünya görüşümüz çok açıq olmalı. Xüsusən ki, məsələn, mən hədəflərimi açıqlamışam dostlara ki, bir sonunda bunlar kitab olacaqlar. Siz 500 dana sual özü 42 səhifədir, ay düşür. Bəli. Atahar mən çap eləmişəm. 42 səhifədir. İndi bunu əgər biz sabahları cavablarla versək, 250 səhifədən ta 400 səhifəyəcən ola biləcəkdir. Hər kitab. Bəlkə də çox olar. Bəli. Bəli, çox ola bilər. Yəni mümkündür hər sual bir səhifə olsa 500 səhifəyə çatar. Yəni onun təşkilat bunları sonra siz birləşdirəcəksiniz. Hayır, hər təşkilatın özünə görə bir ayrı kitab çapılacaqdır. O təşkilatın 1000 səfənin 2000 səfədən də yüksək olar. Hayır, əgər hər parti yox, bəziləri qısa cavab versinlər, bəzi suallara, bəziləri çox üst-üstə 250 səhifə olsa ki, bir kitab olar, buradan verilən partilərin ki, Cənab-ı Parti və o birisi parti gəlir, 8 parti cavab verəcək. 8 parti 8 kitab eləyəcək. Bəli. İndi bunu bəli.
bəli, başa düşdüm. 8 parti 8 kitab eləyəcəkdi. Və bu Bəli. 8 parti indi məsələn bəzən dostlar belə düşünürlər, danışırıq, indi məsləhət, məşvərət edirik. Dostlar deyirlər ki, bunu ingiliscə, ərəbcə, farsça da çıxart. Tamam, bu Bəli. yəni 32 cild kitab eləyəcək. Bəli. Bəli, bir kaynağı olacaq, Fərhəngistan olacaq. Bəli, siyasi referens olacaqdır Bəli. bu il düşüncəmizə. Bizim gələcək düşüncəmizi göstərməyəcək. Bizim düşüncəmiz daimən dəyişir. Amma insanlar, mən fikir edirəm, kitab oxumadıkları üçün kitabın əhəmiyyətini bilmirlər. Yəni bəzi dostlarımız mütəəssifانه mən belə düşünürəm. Əslində bu qabaqçıda bir də fikir edirəm, Doktor Yar Şatır belə bir şey çıxardı, Farsça. Yəni İran. Yox, mən eşitdim. Yox, o deyil. Eşitdim bir dana xanım İnqilabdan sonra 61-də 61-də bir dana ya iki dana hizblə belə bir two day adla bir iki dana belə danışıqlar olubdu. O da qısa 50 dana sual. O 50 dana sualla başlayıbdı. Amma bizimki bəli 50 sualdan bir dana iki dana elə bir hizblə. Mənə belə yəni dostlardan bir Urfadan zəng elədi. Tozih verdi ki, sən deyirsən ki, mən birinci adamam, bunu başlayıram. Səndən qabaq tarixdə bir dənə xanımın adını dedilər, o başlayıbdı. Humanatik olmaz. Humanatik deyil. O deyil. Fikir edirəm mücahidlərdən ya tudələrdən biridir. Yəni onlara mənsub biridir. Bir dənə iş görülmüş, yarımçılıq qalıbdı. Yəni bəllidir ki, o məqtədə yarımçılıq qalıbdı. Edamlar başlayıb mənim nəzərimə ondan sonra da bu işi davam edə bilmir. Hər halda keçək öz bəhsimizə. Millət və qovum məsələsinə yetişdik. Onu mən sizin təşkilat qoy onu bizzat edeyim, işarə edeyim. Buyurun. Doktor Yar Şatır neçə il bundan qabaq öldü. Bəli. Vəfat etdi. Onun bir kitap zadı vardı, mesela Fərhəngistanı vardı. İranika adında. Bəli. İranika. O çox insanlarla danışdı. Hatta bizim özümüzünkilərdən Fəzl Turey Gətabəki olsun, Abbas Yavadı olsun. Bunlar bir sürü onlara yazılar yazıldı, verildi. Ağay Milani, Doktor Milani Amerikadan çıxdan bəzi müşarikət elədilər. İranika adında. Bəli. Elə onun da aşağı yuxarı soruları və söhbətləri ilə bu istiqamətdə idi. Ola bilər. Ağay Yar Şatır, İranika adında. Bəli. İranika tanışıram. Ona hər də mən də baxaram. Baxardım bir zamanlar çox. Ona baxardım. Bəli, Yar Şatırın bu farsların o böyük büdcəsi var o cür bir təşkilatlara. Məsələn, şeyin böyük büdcəsi vardı. Nədir o? Elə indi Amerikada olur. İran özü ildə 5 milyon dolar köməklik edir. İran dövləti. Yəni bu günəcən ki, cənabınızla danışdım. İldə 5 milyon dolar İran dövləti köməklik edir. Bir də farslar, eşlikdə olan farslar o şeyə köməklik edirlər. O nədir? O kitabları təsih edir çox. Tənbih, təsih, Kutubu Qadimi, Nasiruddin Şahın xatirələri zaten. O var biri. Bəli. Onun adı yadımdan çıxdı. Ay Hakkak. Yox. Ay Hakkak. Xeyr. Bir dana şeydir. Bu müəssisədir. Böyük müəssisədir. Bir zaman hətta mənlə də qərardat bağlayacaqdı, işləyək, daha sonra şey elədilər. Yəni kollə mən əslən Fars mediasından çıxdım eşiyə də, o cür oldu. Hər halda, keçək sözümüzə. Can Yəhyayı, sizin təşkilatın, yəni firqənin tərifi millət sözündən hangi özəllikləri daşır? Millət sözünün içində nələr var? Biz milləti, yəni əsasnaməmizdə tərif eləməmişik. Elə bir əsasnamədə millət tərifi yoxdur. Amma öz içərimizdə, öz içimizdə, dostların içərisində millət, bilirsiniz ki, tərifi çox belə eskiyə dayanan bir şeydir. Sonra bunu yavaş-yavaş formülə eləyənlər, bunu teorizə eləyənlərin içərisində Stalin var. Bunu teorizə eləyən, Stalindən qabaq Adam Smith var. İqtisadçı Adam Smith və Millətlərin Sərvəti adında deyə bir kitab yazır. Və o da bizim həm farsçaya tərcümə olub, həm bütün iqtisad oxuyanlar o kitabı məmulə mütaliə elərlər. Orada millət belə anlama gəlir ki,
bir coğrafyada aşağı yukarı bir dilə, bir tarixə sahib bir müştərək fərhəngi olan insanlar bir milləti təşkil edirlər. Yəni coğrafiyaları var, müştərək tarixləri var, müştərək dilləri var. Amma bunun yanında bir de ona ek olarak müşterek iktisatları da var. Biliyorsunuz ki bugün iktisat milletleri birbirine daha çok bağlayır. Yani bugün fərz edir ki, bax Çin komünistlə Amerikanın rabitəsində heç də yaxşı rabitə deyil, amma iqtisadi rabitə bahis olur ki, Çin ilə Amerika bir-birlərinə yaxınlaşırlar. Bir-birlərindən uzaqlaşanda həmən o siqnallar verilir ki, bax uzağa gedirsiniz, ha, diqqətli olun. Çin'in Rusiya Amerika'ya 500 milyar dolar ildə sadratı var. Ne bileyim Amerika'nın bir bile sadratı var. Fransa'nın Çin'e bir bile şərab sadratı var. Dikkatli olun ki bu rabitə birbirine değmesin. Yani iktisat o kadar bu milletleri birbirine bağlayıp ki hatta milletler bile birbirlerine bağlanıplar. İran'da yaşayan insanlar da hakeza. Təbriz taciri İsfahan'da işləyir. İsfahan taciri gelip Təbrizdə işləyir. Yani beləxərə iktisat bu insanları birbirine yakınlaştırır ve millet böylece bir yani o qabaqçı kavramlara iktisat da ne olur? Əklənir. Yani fəragir iktisat deyirlər. Sizin partinin özel bir tarifi var millete. Yani biz biliyoruz ki mesela Fransızlar, Almanlılar, Ruslar, İngilizler herkesin öz milletine ait bir tarifleri var millet sözünden. Sizin böyle bir tarifiniz var partide. Mən fikirlərimlə milləti o birisilər də yəni tərif eləmiş olsunlar. Qanun əsaslarda millət elə tərif olunmur. Bir yerdə yaşayan insanlar tərif olunur. Bir yerde yaşayan insanlar hatta biz onlara Farsça merdum diyoruz da bir halk diyoruz. Yani bir yerde yaşayan insanların bir milleti teşkil ederler. Ama o burası şeylerine çok da aşağı inmiyoruz. Ki yani kanı belli olacak, başı belli olacak, boyu belli olacak, yok, rengi belli olacak. Mən özüm məsələn milləti tərif edəndə Azərbaycanın durumuna baxıram. Bəli. Və istəyimə baxıram, siyasi düşüncələrimə baxıram, öz düşüncələrimə baxıram ki, mən nə istəyirəm. Onun əsasını deyirəm ki, Azərbaycan millətinin torpağı var, cəmiyyəti var, ondan sonra geçmişi var, tarixi var, dili var, ədəbiyyatı var, bunlar var, şəxsiyyətləri filanları var. Dini filan, bunlar vardı. Bunların yanında ən mühümü iradə, siyasi iradəsi var ki, istəyir özünə dövlət qursun. Yəni müşəxxəsəsi burada mənə əsli müşəxxəsi Azərbaycanda budur ki, bu millətin iradəsi var ki, özünə yəni o iradədir təşxis bir milləti məsələn başqa millətdən ayrılır. Məsələn 50 il bundan qabaq, 100 il bundan qabaq dövlətlərin sayı 50-dən az idi. Amma indi 200-ü keçir. Niyə keçir? Çünki millətlər iradə edirlər ki, o qabaqçı imperatorluqlardan qopsunlar, müstəqil dövlət olsa bu iradəyə bağlı taza bir millət çıxır ortaya. Yoxsa qabaqdan yox idi bu millət olaraq. Onun üçün məsələn mən özüm şəxsən tərif edeyim ki, iradəni daha önəmli görürəm millətdə. Əslində millət çıxmır da taza dövlətlər təşkil tapır, taza hökumətlər qurulur. Yani bu devlet içerisinde değişik milletler de olabilir. Yani bizim İran'da yaşayan milletler tek bir millet değil. İran'da değişik. İran iradesi budur ki İran'ı bir millet görsün. Ki şah zamanı olsun, ki indiki zamanı olsun. Bunların hedefleri budur ki İran'da bir millet yaşıyor. İran milletidir. Ama onlar tərif edən də milləti tərif edəndə deyirlər, millət o toplumlar ya topluluqlardır ki, dövləti var. Dövlət faktörünü gətirən də tamam deyirlər İran bir millətdir çünki bir dövləti var. Amma iradə deyəndə ki, iradə elirlər dövlət qoyarlar, dövlətləri də olmasa millət hesab olur. Ben sizin bu istiqamətdə, yəni dediğiniz söhbətin istiqamətində Sazman-ı Milal Müttəhid neçə il bundan qabaq qərar verdi ki, dövlətsiz millətlər də var. Dövlət, məsələn Filistin Sazman-ı Milal Müttəhiddə üyədir. Amma dövləti yox. Bəli. Ona görə bu da belə qərar alındı ki,
Bazı milletler var, devletleri yoktu ama resmiyete tanınır. Yani Avrupa'da olsun, hatta UNESCO'ya üye oluplar. Ne bileyim, Sazman Hukuku Beşer'e üzv oluplar. Sazman Millet Müttehidin öz içinde üzv oluplar. Belki hakkı rayları yoktu. Ama devletsiz milletler de artık resmiyetle Əhsən, tanınır. əhsən. Ben. Tamam. Sizin təşkilatda kimlərə millət deyilir? Dediğimiz gibi, bayaq siz de dediğiniz gibi zaten bir coğrafyada yaşayan, bir ferhenci taşıyan, bir dili, hatta dil çok önemli değil de hala diğer bir dili taşıyan, o toplumda birbirine hani hisleri olan, birbirine bağlanan insanlar, hem iktisadi bağlılığı olabilir, siyasi bağlılığı olabilir. Siz bunu siyasi irade dediniz. Belə bir iradenin təcelli elədiği yerde tabiidir ki bir millet təşkil tapar ve bir millet var. Azerbaycan milleti de Azerbaycan Türk milleti de çok eskiye dayanan bir milletti. O coğrafyada illerdir yaşayıp, geçen sohbetlerimizde dediğimiz gibi 1000 il İran'a hakimiyet kurup ve 1000 il İran'ın hakimiyetini qabağa aparıb ve çok da yaxşı qabağa aparıb. Aytökür, Can Yəhyayev, sizin bilirsiniz, İranda millətin yanında, milləti fəqət bir dana millət qəbul edirlər, kəsirül millə qəbul eləmirlər əslində. İranın çox millətli bir torpaq qəbul eləmirlər. Onlar qovm deyə bir söz işlədirlər. Əqəlliyyət və qovm. Siz qovm sözündən sizin təşkilatın düşüncəsi nədir qovm sözü haqqında və qovm haqqında? Tabiidir ki biz kovma inanmırıq. Kovum olabilir hani. Mesela bir toplumda diyək ki mesela kovme dini açıdan bakılırsa ne bileyim İran'da Yahudiler bir kovum sayılabilir. Mesihler bir kovum sayılabilir. Belki çok belə çətinlə qəbul edilsək belə Zərtuştilər bir qovum sayılabilir. Ama da bir millət sayılmaz dediğimiz kimi, bayaq söhbətini dediğimiz kimi milletin coğrafyası var, bir tarixi var, bir dili var, bir geçmişi var. Bir de dediğimiz o irade siyasi iradeyle birlikte his var. Yani birbirlerine hissi var. Dostlarım birinin hatıratını ben tənzim edirdim. Dedi ki, Fərqi Demokratı Azərbaycanın hökuməti, milli hükümət qurulanda Azərbaycan qəzetini meydanlarda biri oxuyurdu. Millət də durub ona qulaq asırdı Türkçe dilinde. Yani başa düşürdülər ki, nədir? Bu böyle milletin özünün bir simgəsidir. Ki yani dili başa düşer, birbirlerini başa düşer, birbirlerine inanırlar ve birbirleriyle hembesteci dediğimiz o hembesteci var ya, solidaritet, elə bir şey ortaya çıkar. Onda millet ortaya çıkar. Kovumda bile bizzat yoktu. Bir kovumda akbam bu derler. Değişik kovumlar. Bir taifeler olabilir, kovumlar olabilir. Bunlar bala topluluktu ve bir yerde de yaşayabilirler. Hatta ne bileyim bir mentekede de yaşayabilirler. Ama mamulen dini inançlar doğrultusunda kovumlar tanınar. Ona göre ben zannedemem ki bizim mesela Beluçistan'da yaşayanlar bir kovum değiller. Azerbaycan'da yaşayan neçə milyonluk bir kovum olmaz. Kaldı ki tarihi var, geçmişi var, dili var, coğrafyası var. Buna bir kovum demek biraz yanlış olar. Doğru değil. Sizin təşkilatın siyasi ve ideolojik düşüncelerinde qovm sözü kimlərə deyilir ki, buyurdunuz əlbəttə. Bəli. Dediğimiz kimi de olar ki dini meselesi olabilir. Dini ayrılıcılığı ama onların da bütün hakları mahfuzdur. Yani onlar eyni eşit, yani mütesaviyul hukuk dediğimiz Arapça. Mütesaviyul hukuk, hakka, hukuka sahiptiler. Onların hani Fars kendiliğiyle hakkı şehirvendi. Yani bu bütün onlar da eyni bizler kimi Azerbaycan'da yaşayan kovumlar, akvamlar, hamısı ki dini meselede olsun ki hatta bazı mümkündür ne bileyim tatlar var şeyde, talişler Astra tarafında orada. Bunlar da bütün benim Təbrizdə benim hakkım neyse onun da hakkı orada odur.
Heç fərqimiz yoxdur. Nə yəni hüquqi cəhətdən eyni yox, həm hüquq qarşısında eyni yox, həm haqq hüquq şamilində eyni yox. O da mənim haqqıma şamildir ona və hər hangi bir ayrımcılığı biz qəbul eləmirik. Tamam. Yəni Fərqi Demokrat Azərbaycan ayrımcılığa imkan vermir. Tamam. Yəni mümkün deyil. Sizin təşkilatda millətlər ilə qovumları hangi meyarlar və hangi ölçülər əsasında bir-birindən ayırt edirsiniz? Əslində biz insani olaraq bir-birimizdən ayırt etmirik. Zaten insani olaraq eyni yox. Amma bəlkə cəmiyyətin içərisində dediyim kimi, məsələn, dini məsələlərdə, inanç məsələlərində, dini inanç məsələlərində bir-birindən ayrı ola bilərlər. Amma o birisi şeylərdə eyni haqqa sahibik, amma onlar da öz dinlərinin, öz mesela dinlərinin kurallarını, dinlərinin vəcibələrini yerinə gətirmə haqqına sahibdirlər. Biz elə bir şey eləmərik ki, məsələn, fərz edək ki, Ermənilərin Təbrizdə kilisəsi olmayacaq. Belə bir şey yoxdur. Necə müsəlmanların məscidi varsa, Ermənilərin də kilisəsi olacaq. Yahudilərin də özlərinin kilisəsi olacaq. Nə bilim, Hinduların da ayrı bir məbədi olacaq. Yəni bunların hamısı din özgürlüğü var, inanç özgürlüğü var və iman məsələsində bavər özgürlüğü var. Heç kəsə zor ilə bir şey dayat edilməz. Mən bunlara məcburen misal verim Cənab Hidayət. Tehran kimi neçə milyonluq bir şəhərdə illərdir deyilir ki, qardaş, bir dana qoyunda bir sünnilər də bir məscid qoysunlar. Rejim qəbul eləmir bunu. Yəni sünnilərin neçə milyonluq Tehranda çək olmasa bir neçə milyonda fərdə sünni yaşayır. Haqları yoxdur bir məscid təsis eləsinlər. Doğrudur, doğru. Ben bir kitap yazdırdım, Tehran'da bir kitap yazdım Aydın şey hakkında, İran'da olan dinlerin düşünceleri hakkında yazırdım. Orada Sikler Hindistan'dan gelmiş məhdud 50-60 tane ailədirlər, çox deyirlər. Amma onların məbədi var, məbədləri var, vəli sünnilərin yoxdur. Zərtuşların məbədi var, onların yoxdur. Mütəəssifanə belə bir şey var, doğrudur. Siz Azərbaycanlıları, Qəşqailəri, Türkəmənləri, Ərəbləri, Lorları və o birisiləri qovum hesab edirsiniz yoxsa millət? Baxınız, bunu dünən keçən programda da söhbət elədik. Azərbaycan eyni zamanda tək dil deyil ki, hicsi də var. Şirazda oturan Şiraz Türkləri özlərini Azərbaycanlı hiss edirlər. Deyirlər biz Türk'ük. Azərbaycanlı yox, Türk yox. O deyəndən sonra da mən ona nə qovumu deyim ki? O özü etiraf edir ki, mən Türk'əm. Geçəndə bir hadisə qabağa gəldi. Bir xanımın bacısına bir elçi gəlmişdi. Bu xanım o bacısından sordu ki, gələn elçi Türk'dür və ya Tacik'dir. Mən təəccüb elədim. Mən bilmirdim belə məsələn. Dedim sonra o telefonu qutarandan sonra dedim, mənzur nə idi? Türk diye Tacik'ti. Dedi biz Faslara Tacik diyelim. Ve mamulen de temayülümüz yoktu ki kızımız Tacik'le evlensin. İster ki Türk'le evlensin. Hop bu belə bir hiss olandan sonra ben buna ne diyeyim? Yani diyeyim mesela qovum buna diyeyim. Bu böyük bir milletin bir parçasıdır. Coğrafi cəhətdən uzaqda ola bilər. Amma hissi cəhətdən Azərbaycanla eyni halda ki, məsələn, Qəşqailərin, o cür ki, mən eşitdim, Qəşqailərin torpaqları neçə ustana bölüblər, veriblər. Onlar da ustanlıq istəyirlər. İradi siyasiləri var, dövlət olmaq üçün. Hətta Həsən-i Şəriət Mədarinin federal sistemində də onlara bir muxtariyyət verilir. Yəni Qəşqailərin. Lorlar, Bəxtiyariləri millət bilirsinizmi? Əslində lorlar və bəxtiyarlar dediyiniz kimi siz özünüz də işarə edədiniz. Hiss məsələsidir.
Əgər tərəf özü hiss eləsə ki, bir millət təşkil verə bilər, bir millətdir, o millətdir artıq. Bunu Tamam. zorla ki, zorakı Tamam. qəbul Yani siz etmək bir olmaz. tarif verirsiniz ki, eğer bir millet özü hiss ederse ve Evet. eylem ederse ki bir milletli millet hesap olur. Millət Güzel tarif. bunun tadı yox. Siz Farsları Bəli. bilirsiniz. Daha özləri Günas TV-də də neçə dəfə cənabınızın da huzurunda inkar eləyiblər ki, biz millətuq, millət, hətta dünən də bir video gəldi ki, Fars adında bir millət yoxdur. Sizin təşkilat Farsları millət görürsünüz, yoxsa Farsları və Farslığın başqa bir anlamı var sizin üçün? Cənab Hidayət, bax bizim təşkilatın bir o 1324'te kurulan təşkilatdır. Bir de zamanla değişen bir təşkilatdır. Doğru. 1324'te zaten belə bir məfhum, belə bir vacə deyək, belə bir məfhum yok idi zaten. Biz İran'ı bir millet görürdük. İran'da yaşayan bütün insanlar bir millettir. Ama kesir o milleti. Biz bunu deyirdik ama literatürümüzdə yok idi. Belə bir kəlmə yazılmamıştı. Təfahüm olarak kəsirul millət deyirdiniz, amma məktub olarak yazılmamıştı. Məktub olarak yazılmamıştı ki bu zamanla değişti ve indi yazılan bütün yazılarımızda kesir milli olduğunu deyirik. Ola bilər ki Farslar da o kesir milletler arasında bir millettir. Ama onların biraz şeytanetleri de var. Onların şeytaneti budur ki, istəyirlər desinlər ki, biz mesela müteşekkil hamıdan. Onlar ise Tehran mesela bir mesela merkez görürlər, bir paytaxt görürlər. Tehran'da neçə milyon yaşayır. Orada neçə milyon Farsı danışır. Ama orada mesela hakimdir Farsıdır. Ama neçə milyon da Türk yaşayır. Onlar deyirlər biz millət deyirik ki, onları da kapsasınlar. O çerçeveye alsınlar. Mesela siz demin dediniz Şiraz'daki Türkleri de o çerçeveye alsınlar. Veya Şumal'daki Şumallileri de o çerçeveye alsınlar. Desinler ki biz bir millet değiliz da dervaqa eyni dilimiz var ama bütün İran'a yayılmışıq. Bütün İran coğrafyasında her yerde biz varıq. Xub dilləri də xub rəsmi dildir, təbiidir. Belə bir fikirə bayaqları bunu dedik ki, sizin cənabınızın tərifinizi mən xülasə edəndə ərz elədim ki, bir millət əgər özü inanırsa millətdir. Əgər inanmırsa millət deyil. İndi Farslar inanmırlar millətdirlər. Acaba siz bunları millət tanırsınız, yoxsa deyirsiniz millət deyirlər, çünki özlərini tanımırlar. Baxaq şöyle hansı niyyətlə tərəf deyil, mən millət deyirəm. Bak, ola bilər ki, mesela bizim Tehran'da milyonlarca Türk'ümüz var. Bunlar Tehran'da uşaqları dünyaya gelip, bunların bir kısmının Türkiye diline herhangi bir hisleri yoktu. Zaten gözlerini de açıp da Tehran'da dünyaya geldi. Tehran'da gözlerini açıplar. Hatta farslaşıplar. Siz belki Qum'da olduğunuz için bir müddet belki Qum'u yaxşı tanırsınız. Qum'da Türk sayısı çoktu bilirsiniz. Ben Qum'da olmamışam Aydaşım. Ben Təbrizdə olmuşam fakat. Ben Təbrizdə olmuşam. Qum'da çok sayıda Azerbaycanlı var, Türk var ve hem Huzi Elmiyesinde hem etrafında oturanların birçok Türk'tür. Ama belki bir iki nesilden sonra tərəf Türklüğünü hiç bilmir. Əsən ihtiyac da duyza biləməyib ki, mesela Türkçe danışsın. Yavaş yavaş faslaşıb. Belki eğer o çerçeveden baxırlar ki biz bir karışmış bir millətik, bəli, ola bilər. Onlar tek bir millet adı verilməyə bilər. Ama vaqiət budur ki, İran'da zaten milleti biz sadece necadla ölçmürük Cenab-ı Hidayət. İran millet, İran'da yaşayan bütün insanlar birbirlerine benzerler. Hatta çok da benzerler. Fiziki benzerlikleri var. Kan yakınlıkları var. Ne fark eder ki? Ben Kanada'da yaşıyorum. Kanada'da çoxlu millətlər var. O cümlədən yer sahipləri var. Yəni neçə yüzyıl bundan qabaq gəliblər, Avropalılar öldürüblər. Ha torpaqların 100 milyon burada Amerika qarrəsində adam öldürüblər. Bu torpaqlara sahib çıxıblar. İngilislər, Almanlar, Fransəlilər, İtalyanlar, İspaniyalılar. Ərz edim xidməsi bunlara sahib çıxıblar. Burada Kanada'da bir native deyirlər. Torpaq sahibləri. Onlar
çoxludular. Bəzisindən məsələn 1000 nəfər var, bəzisindən 10.000 nəfər var. Bu cürsə torpaqları bəlli bir torpaqlarda bunlar yaşayırlar. Bəlli torpaqlarda imtiyazları da var. İmtiyazları da 3 dənədir. Bunlar vergi verməzlər, çünki torpaq bunlarındır, amma torpaqları əllərindən alıblar. Bunlar içki və siqar sata bilərlər və çəkə də bilərlər, istifadə edə bilərlər. Məvadlı müxəddir sata bilərlər, çəkə bilərlər. Bunların adı qumar. Bir də qumar. Bunlar bu 3 dənəni eləyə bilərlər, amma dünyanın nemətlərindən məhrumdurlar. Yəni məsələn bunların içməli suyu yoxdur. Bunlarda özünü öldürmək və özgəni öldürmək dünyada başda gəlir məsələn. Çox yuxarı səviyyədə. Bunu amma Kanadanın anayasasında, qanun əsasında Canadian Nations cəm gətirər, millətləri, Kanada millətləri. İnsanlar deyirlər, bəlkə fəqət bu şey olduğu üçündür, nə deyirlər, Fransa dilli və İngiliz dilli olduğu üçündür. O cür deyil. Hətta bu communitylər var, məsələn, Türk communitysi, Fars communitysi, Ərəb communitysi, bunlar da millət, o tərifdə millət hesab olurlar. Onun üçün də dövlətə gedəndə mənə mədrəsə verginə, mədrəsə verir, öz dilində. Mənə imkan verginə verir. Məsələn, bu, burada var. İstədim deyəm ki, yəni məsələn, bu ki İranda çox millət vardı, milləti İran demək düz deyil. Milləli, məsələn, indiki vəziyyətdə milləli İran demək olar, çünki orada çoxlu millətlər var, iddiaları var millətdilər. Amma Farsların iddiası yoxdur. İndi bir ayrı sual soruşum. Cənab Yahyayı, Farslar iddia edirlər ki, vətənləri yoxdur. Yəni, məsələn, Türklər, Ərəblər, Bəluçlar, Kürdlər, hamısı coğrafiyada savaşdırlar. O deyir, ora mənimdir, bu deyir mənimdir. O deyir mənimdir, ya bir savaş var, torpaq savaşı var. Təhcə millət ki, deyir mənim torpağım yoxdur, Farsdır. Siz, sual budur. Farsların vətəni var mıdır sizin təşkilata görə? Biraz da burada biraz da şeye geçir yani. O Türkler diyorlar, Türkiye Türkler diyorlar, kurnazlığa geçir. Yani o bizim vətənimiz yoxdur demek, onların hedefi budur ki, bütün bu coğrafya 1.648.000 kilometre mürəbbə hamısı bizə aiddir. Yani onu demək istəyirlər, bizim vətənimiz yoxdur. Bütün bu torpaqlar bizə aiddir. Bunu biz hətta belə deyə bilirik ki, madem qanun əsasında deyir, rəsmi dil millətin simgəsidir. Millətin kimliyidir, millətin hüviyyətidir. Deyir, İranda rəsmi dil Farsçadır. Bütün mukatibat-ı idarə Farsça yazılmalıdır. Bütün məktəblərdə Farsça oxunmalıdır. Fars ədəbiyyatı üçün Fars dilinin, hətta köməkləşmək üçün Fars dilinin tövsiyəsinə Hindistana qədər bütçə verilir. Əfqanistana bütçə verilir. Ayrı məmləkətlərə bütçə verilir ki, Farsi dili orada oxunsun. İran bütçəsini verir, Kanada deyil. Bir qism İran da o yüzden Farsi dilinin Hindistan'da məxsusən gəlişməsi üçün Hindistanda danışgahlarda Farsi dil ve edebiyatı üzerine pul koyur ki o danışgahlarda Farsi dil okunsun. Pes binaberin eğer dil dedim yani bir milletin simgesi ise, hüviyeti ise, kimliği ise o demek yani kurnazlığıdır. Biraz da hani müteessifane bizim dini edebiyatımızda var. Kod eğilir. Yalan değil. Bunun milleti de vardı. Hatta iddiası budur ki bütün İran bize aitti. Ona göre çünkü dil ve edeb, dil dedim eğer bir tane milliyetin simgesi ise ona göre soruşuram ki, Cənab Yahya, fərz edin ki, sabahları bu millətlər bir şərait gəldi. Bir şəraitdə Türklər, Ərəblər, Türkəmənlər, Bəluçlar, Lorlar, Bəxtiyarilər, Talişlər, Gilanilər, Mazanilər durdular. Hər kəsə dedi, mən dövlətimi qururam, burada dövlətim olsun. İran dağıldı. Onda hər kəsənin torpağı bəllidir. Fars deyir, mənim torpağım yoxdur. Yəni, bəlli eləmir. Bu, məsələn, bunun vəziyyəti nə olur? Yəni, o sual duracaq. Necə yoxdur? Farsın, biləxərə, o sanayi mərkəzi Farsdır hamı çoxu. Farsdır. Xorasan Farsdır. Biləxərə, bunlar Farsistandır da. İddiası olmasa, birazın Türk alar, birazın Ərəb alar, birazın Bəluç alar, birazın Türkəmənlər alar. Qutaracaq, yəni, belə iddiası yoxdur vətənin var. Eybi yoxdur, onlar
gelir bu sefer Türkçe öğrenirler de bizim dilimizi onlar öğrenir. Ne olacak? İstəyirəm ki, yəni onun nəticəsi bizim nəfimizə olur, yoxsa yox? No, Onu onlar o dediğim onlar kod elirler, yalan değiller. Onların eğer belə bir şeye zad olsalar, bak indi dedim 45 ildir hələ də kabul eləmirlər. O 15-ci əsl kanun icra. əsasında yazılan əsl icra olunsun. Cənab Yok, onlara çok Yahya, dikkat edemem. Cənab Yahya, bizim bu İran adlanan yerdə bizim bir neçə dənə sözümüz var. Bunları istəyirəm ki, sizdən cavab alım. Sizcə Azərbaycanlılar, Qəşqailər, Türkmənlər bu üç dənə Türkdülər yoxsa başqa kimlikləri var? Yine baba sizin kapakçı öz benzer dediğiniz söze benziyor. Hissi meseledir. Taraf değil ben Türk'üm Türk dedi. Da bunun ayrı izah terzi var mı? Taraf Yox. değil ben Türk'üm Türk. Tamam. Tamam. Milli mənafə. Axı İranda bir dənə ona bu sualı buna görə soruşdum ki, İranda deyir ki, Qəşqailər türk qəbul edir, cəlibdir. Zəncanlıları, Həmədanlıları, Əraklıları, Tehrandaşları türk qəbul edir. Azərbaycandaşları Azəri deyir. Deyir ki, türk bunlar hamısı İranlıdırlar. Ərəblər, Bəluçlar, Kürdlər, bunlar Bəxtiyarilər, Lorlar, bunlar Şimalilər, Mazərilər, İlyaslər. Bunlar deyir ki, İraniyə əsildirlər. Türkmenler İranlı değiller. Hı? Bunu resmen bunu değiller. Yani resmen değiller ki Türkmenleri sıkırlar. Değiller Türkmenler İranlı değiller. Ben. Onlar bilakare çok cazipti. Ben bir tane size bir şey diyeyim. Elbette bu tartışılacak bir mevzu değil. Ben etnoloji yani mesela insan şinası meselesi açısından demirəm. Çünkü bu mevzuda bilgim de çok o kadar yok. 1937'de Türk Tarih Kurumu'ndan bir mezat çıktı Türkiye'den. Bir makale çıktı. O makalede İranlılarla Türklerin Asya'yı miyaneten de Orta Asya'dan değil de Sibir'den aşağı indiklerini diye gösterdir. Ve değil bunlar ikisi de aynı zattılar. Kökleri aynıdır. Faslar ile Türkeliler, indi Anadolu'da yerleşen Türkler. Bunların necati birdi. Menden şəxsini özümden de soruşsun. Neçə dəfə də sizə demişəm ki, Türkiye'ye gittiğinde Türkiye'ye gidirsiniz, aynı bizim cemilerdiler. Onlar da İran'a Təbriz'e geçende bir habernigar Türkiye gitmişti, Təbriz'den bir guzarış təyinlenmişti. Dedi ki ben mesela Türkiye'nin ayrı bir şehrine gelmişim. Aynı dili danışırıq, aynı birbirimize zaten benziyoruz. Ona göre biraz bunlar hamısı bəhs zadıdır. Yani antropolojik olarak yani insan şinası açıdan ben meseleye dedim bilgim de yok yanaşmıyorum ama fiziksel yapı çok birbirine yakındı. Yani Tamam. Türkler İranlılara benzer, İranlılar Türklere Tamam. benzer. İran'da yaşayan bütün milletlere aşağı yukarı. Ben. Can Döktür Yahya'yı baxırdım mən. İndi keçir bu bəhsdən keçək milli mənafət. Biz burada milləti bildik, qovumu bildik, vətəni biraz üstündə danışdıq. İndi gedək milli mənafədən danışaq. Milli sözü ki var bu söz. Bu qavramı nə deməkdir? Milli nə demək? Yəni nə mənə? Vallahi milli dedim yani millinin hem mesela hem coğrafi açıdan ele alınabilir, hem iktisadi açıdan ele alınabilir, hem insan şinası açıdan ele alınabilir. Çok şey boyutlu bir mesele. Millət sözünü demirəm, hayır. Milli mesele. Bak, Bəli. öyle milli meseleye geldiğimizde de aşağı yukarı birbirine yakındı bunlar. Bizim farz ediyoruz ki milli hislerimiz var, milli duygularımız var, milli dilimiz var. Hele milli tarihimiz, hiç milli dilimiz var. Bizim milli dilimiz Türkçedir. Bəli. Azerbaycan Türkçesidir. Azerbaycan Türkçesiyle Türkiye Türkçesi farklıdır. Yok, ittifakın bunların grubu olarak aynıdır. Gaz grubundan girir. Gaz grubundan olduğu için ikimizin de dilimiz aynıdır. Hislerimiz de aynıdır. Bak şimdi dilimiz aynı olsa hislerimiz de aynıdır.
Cənab Hidayət, dil çox əhəmiyyətli bir şeydir. Çox əhəmiyyətli bir şeydir. Dil hər zatdır. Dil kimlikdir, dil hüviyyətdir, dil nə bilim hər şeydir. Yəni insan fantazisini də belə öz dili ilə görür, öz dili ilə gecə yuxuda belə öz dili ilə yuxu görür. Yəni bu dil həssas bir məsələdir. Milli dediyinizdə başda dilimiz gəlir. Ondan sonra iqtisadi mənfəətlərimiz gəlir. Milli məsələlərini mətrəh edəndə mən bir də öz-özümə düşünürəm, deyirəm ki, fərz edək ki, Muğanda bizim nəftimiz var. Muğanın da altında qazımız var. Ondan bu tərəfə gəlirik, görürük qızıl mədənimiz var. Ondan bu tərəfə gəlirik, görürük mərmər mədənlərimiz var. Ondan bu tərəfə gəlirik, görürük nə bilim bir sürü yeraltı, yerüstü mədənlərimiz var, imkanlarımız var. Ondan sonra fərz edək niru insanımız var. Bunlar hamısı bizim milli mənfəətlərimizi təşkil edir. Bunlardan vazgeçmək olmaz. Əgər bunları milli hisslərlə, milli duygularla, milli mənfəət gözü ilə bunlara baxılırsa, bizə çox imkan sağlar. Bizə tarixdə bizə bəlli bir yer verərlər. Bilirsiniz ki, biləxərə biz milli məsələn mənfəətlərimizi qoruya bilsək, çox şeyimizi qoruya bilirik. İndi fərz edək ki, bizim milli mənfəətlərimiz talan olur. Niyə? Çünki iradəmiz yoxdur. O siyasi iradəmiz yoxdur ki, o milli mənfəətlərimizi qoruya bilək. Siyasi iradəmiz olsa milli mənfəətlərimizi qoruyarıq. Milli mənfəətlərimizi, çıxarlarımıza sahib çıxarıq. Və bu da bizim milli hisslərimizlə bəlli olar. Yəni, milli şuurumuz. mən belə xülasə eləyə bilər miyim ki, siz buyurursunuz, hər o şey ki, bir millətə aiddir, bir millətindir, o milli hesab olar. Bəllidir, bəllidir dedim, yəni milli məsələ dedim, tək həm fərhəngidir, həm iqtisadidir, həm ictimaidir, hər şey var da bunun içərisində. O bizim o hisslərimizdir, o milli məsələ. Fərz edək dedim, iqtisadi məsələdən bir baxarıq, siyasi cəhətdən bir baxarıq və yenə də sizin sözünüzdən qüvvət alıram, deyirəm ki, bizim milli iradəmiz siyasi iradəyə dönüşürsə, milli çıxarlarımızı, milli mənfəətlərimizi qoruya biliriz. O qədər. Gözəl. Sizin təşkilatda kimlərə millət deyilir? Bir daha burada soruşuram, çünki getdikcə bunun üstündə işləyəcəyik. Dedim yəni, hər kəs özünü dedim yəni, əgər Azərbaycan milləti olaraq özünü tanınırsa, ona millət denir. İndi fərq eləməz coğrafiyası hara olursa, Təbriz ola bilər, Tehran ola bilər, Həmədan ola bilər, nə bilim, Şiraz ola bilər, Məşəd ola bilər, hər yerdə olursa olsun. O his məsələsidir. İndi ittifaqən cəlibdir ki, məsələn, geçəndə bir Tehranda bu cavan oğlanlardan biri öldürülmüş, cavan qızlardan biri öldürülmüşdü Kərəcdə. Anası qəbrinin başında nalə eləyəndə türkü nalə eləyirdi. Türkü nalə eləyirdi. O türkdür. Bu, mən buna nə deyim? Məsələn, bəlkə də uşağı, bəlkə türkü bilmirmiş. Amma anası uşağın qəbrinin başında türkü nalə eləyirdi. O edam olan uşaqların birinin də anası türkü nalə eləyirdi. Türkü ağlayırdı. Bu türkü ağlamaq zat deyir, yəni o sözlər ki ağzından çıxırdı. O balavay dediği bile türkü idi, balavay. Bütün təşkilatın düşüncəsi qovm sözündən nədir? Daha önce işare elədik, bizim qovm ola bilər, yəni bir milletin içerisinde çiçek beslə qovmlər ola bilər və o qovmlər dedim dini açıdan ola bilərlər, siyasi açıdan da hətta ola bilərlər, bəzi siyasi qruplar da ola bilərlər ki, deyərlər məsələn fərz edək çox camiə qəbul eləməz və nə bilim deyərlər biz anarşist olasın, biz dövlətə inanmırıq. Xop o da ola bilər. Gerçi onlar məmulən birçok yerdə qadağandır, amma nə bilim. Siz indi burada siz bir daha gözəl bir söz dediniz, mənim zehnimə bir sual gətirdiniz. Qovm sözü qədimi sözdür, qrup sözü taza sözdür və bu Avropadan gəlmədir, elə deyilmi? Aşağı yuxarı bir-birinə çox yaxındırlar bunlar. Dedim elə onu soruşuram ki, məsələn, bu bir-birinə çox yaxın gətirdiniz siz.
Qovumla qrup bir yerə gəldi. Çünki məsələn bu anarxistlərə biz qrup deyirlər. Qrup deyirlər, bəli. Bəli, amma məsələn siz bunu qovumda demək olar sizcə? Qrup da demək olar. Bəli, qovum biləxərə bəzi şeylər, bir qrup insanların bir-birinə yaxın durmaları, bir-birinə yaxınlaşmaları, bəzi bunların bağları var, bir-birlərindən bağları var. Bu bağlar bu qovmu vücudu gətirir, bu qovmu bir-birinə yaxınlaşdırır. O təbiidir, ola bilər, ya düşüncə açısından ola bilər, ya qan bağı açısından ola bilər və ya bir coğrafi, məsələn, fərz edək ki, fərz edək şimalda bir qovumun deyək ki, fəqət işi balıq tutmaqdır, mahigiridir. Əslində, üzr istəyirəm, mən əslində bir də getmişəm üstdəki bəhsə. Görürəm ki, mən niyə getmişəm haman bəhsi bir də soruşuram cənabınızdan. Çox üzr istəyirəm. Mən getmişəm üstdəki bəhsə, itirmişəm. Sualımız milli mənafiyin bölümünə gedəcəkdik. Mən üzr istəyirəm, getmişəm qovum bəhsinə. Milli qavramı məna elədiniz. Milli mənafi və çıxarları necə tərif edirsiniz? Əslində milli mənfəətlərimizin budur ki, bir kərə o, yəni objeni milli görək. Milli mənfəətlərimiz budur ki, olan, o millətə aid olan, o coğrafiyaya aid olan, həm iqtisadi qaynaq, həm ictimai, həm fərəngi qaynağı o millətin xoşbəxtliyi üçün, o millətin tövsiyəsi üçün, o millətin rüşdü üçün işi qabağa aparaq. Bu olar milli mənfəətlərimiz. Milli mənfəətlərimiz indi bu halda bizim birinci mənfəətimiz budur ki, əvvələn hər şeydən soruşum, onu soru cavabında buyurun da. Milli çıxarlar ya milli mənafi nələrdir? Dediyim kimi, yeraltı qaynaqları, yerüstü qaynaqları, bunun yanında insani cəmiyyət çox əhəmiyyəti var bu günlər, iqtisadda da çox əhəmiyyəti var. Fərhəngi qaynaqlarımız var. Hani geçmişdən bizə miras qalan nə bilim abidələr var, geçmişdən bizə miras qalan tarixi yerlərimiz var. Bunlar hamısı bizim milli zadımızdır, milli yadigarlardır bizim. Geçmişdən qalıblar indiyə, bizdən də gələcəyə miras qalacaqlar bunlar. Xoş bəllidir ki, bunlar hamısı bizim milli sərvətimizdir, milli mənabemizdir. Bu milli mənabədən ittifaqın qorunmalıyıq. Hələ bunun yanında Cənab Hidayət çox diqqətli bir məsələyə sizin diqqətinizi çəkirəm. Keçən programda da dedim. Bizim böyük bir qəflətimiz var mühit-i zist məsələsində. Mühit-i zist məsələsində böyük bir qəflət içindəyik biz. Mühit-i zistdə Azərbaycanda bilirsiniz, bizim Azərbaycan gerçi çox susuz yer deyil, amma çox sulu yerdə deyil. Çox diqqətlice, yəni suyu necə məsrəf edəcək, bu yeraltı sularını necə məsrəf edəcək, buna çox diqqət etməliyik. Ormanlarımızı qorumalıyıq. Ormanlarımız bizim hər zadımızdır. Bizim bilirsiniz, ormanlarımız bizim nəfəsimizdir, oksijenimizdir. Ormanlara çox-çox diqqət etməliyik. Ormanlarda yaşayan vəhşi heyvanları qorumalıyıq biz. Bunların hamısı düşüncə sərvətimizdir. Cənab Yahya, düşüncələr, dinlər, məzhəblər, irfan qrupları, bunlar da milli sərvət hesab olunmu? Bunlar milli sərvət, bunlarda bir birlik sağlanırsa milli sərvət ola bilər. Amma bunlar əgər nifaq vəsiləsi olsa, ki mütəəssifanə bu gün nifaq vəsiləsidir. İndi hətta nifaq vəsiləsi olub ki, Sünni ilə Şiə arasında da bir nifaq məsələsi olub. Bizim tarixdə nə biləm, ermənilərlə çox da çatışmamız olub. Bu da əgər təbdil olsa bir dana nifaqa, təbdil olsa bir kudurətə, təbdil olsa bir düşmənliğə, xop olmaz. O milli sərvət sayılmaz. Amma əgər bir-birlərindən xoşgörü ilə yaxınlaşsalar, hətta o siyasi o təşkilat bunlara hamısına bir gözlə baxarsa, o zaman milli sərvət sayılır. Bəllidir ki, milli sərvət sayılır. Amma siyasi qüdrət,
bunlara eyni gözündən baxır ya yox, eyni yaxınlığı hiss edir bunlarla ya yox. Yəni əgər qüdrət siyasi Ermeniye bir gözle bakarsa, Müslümana başka gözle bakarsa, ne bileyim Sünniye, Şii'ye, obrisi gruplar, mezhebi gruplara başka gözden bakarsa, o memlekette nifak düşer. Cənabı O yəni memlekette beləliklər cənabınız iki yerə bölürsünüz. Mən aldığım. Bir budur ki, hakimiyyət bəli, onu nə cür görsün. Bir də budur ki, məsələn ziyalılar nə cür görsün, bəli, ya millət nə cür bəli, görsün. bəli, bəli. Yəni Oxub sizi, məsələn mümkündür hakimiyyət. Məsələn bəzi bizim düşüncələrimiz var. İndi məsələn xüsusən partilərimizin düşüncələrini qəbul eləmir, izin də vermirik işləsin. Amma əcəba sizin nəzərinizdə bizim millətin içində partilərin düşüncələri ya insanların tək-tək bireylərin düşüncələri milli sərvət hesab olurmu, olmur? şüphesiz bir milli servet o. Milli servet dediğimizde her şeydi. Her şeyi kapsayır. Gulam Hüseyin Said'i Farsi kitaplar yazıp. Doktor Rıza Berahani Farsi kitaplar yazıp. Meftune Emini Farsi kitaplar yazıp. Ustad Zehtabi Türkçe kitaplar yazıp. Bunlar hamısı bizim servetimizdi. Ki Farsça yazılsın, ki Türkçe yazılsın. Ki Arapça yazılsın, ki ayrı dilde yazılsın. Bunlar fərq eləməz. Şəhriyarımız həm Türk sərvətimizdir, Türk ədəbiyyatı için bir sərvətdir, həm Fars ədəbiyyatı için bir sərvətdir. Amma biz ikisini də öz malımız görürük. Bizə fərqi yoxdur. Biz yəni dediyim kimi insanları, hani bu dil ilə, zad ilə ayırmarıq. Gerçi dil bir milletin dedim kimliğidir. Ama Gulam Hüseyin Said'i tüm Farsi yazıp bizden değer diyenmer o. Səməd Behrenci tüm Farsi yazıp bizden değer diyenmer o da bizim servetimizdi. Səməd Behrenci de Azerbaycan'ın bir fərhəngi servetidir. Farsçada yazıp yazsın. Doğru. Milli çıxarlardan vaz geçer mi sizin təşkilat? Umumi milli çıxarlardan vazgeçerse yavaş yavaş yani teslim olmak alametidir. Milli çıkardan bir millet vazgeçerse teslim olmaktır. Yani gel ben yavaş yavaş hani yok olurum. Hani o şey vardı ki hani bir milleti öbürsü millet içerisinde eritmek. Yani eriyirəm de artık teslim olmuşam. Gel malımı çal, neyini sen eyle. Belə olmaz tabii ki. Milli çıkarlardan hiç şey vazgeçilmez. Çünkü milli çıkarlar benim sizin değil ki vazgeçək. Milli çıkarlar hem geçmiş neslinde, hem indiki neslinde, hem gelecek neslinde. Məndən dünya kurtarmır, məndən sonra nesiller gelecek. Milli çıkarlar onların malıdır. Onların milli varlığıdır. Milli sərvətidir. Mən onları teslim edeyim. Ben teslim etsem xıyanet edirəm millətime. Can Döktür, sizin təxəssüsün iqtisad olduğu için bir dənə də iqtisadi sual burada soruşum. Bu sərmayələr ki, ixtilas olur, oğurlurlar, aparırlar xarici məmləkətlərə. Hər halda bizim də payımız var bu sərmayə şeydə. Amma vergimiz var, yeraltı, yerüstü, qol gücü, sərvətlərimiz onun ixtiyarındadır. Beyin sərvətimiz onların ixtiyarında olub da pulları qazanmaqda. Acaba bunlar milli sərvətlərdirlərmi, yoxsa yox? Aslında biz iki şeye maruz kalırıq, Cenab-ı Hidayet. Bir bu dediğiniz o servetlerdir ki, biləxərə İran coğrafiyasından eşiğe kaçır. Ne yazık ki, herkemini yandırılan ülkeye kaçır. Yani Amerika düşman değiller ama düşman ülkesine kaçır. Kanada ya dediler Kanada'ya kaçır. Çok bu bir acayip bir zattır. Sen düşman değilsen ama kaçan sermaye de orada özünü tapır. Bu bir. Biz Azerbaycanlıların ikinci meselesi de vardı ki bizi daha çok üzür. Azerbaycan'dan sermaye kaçır Fas menterelerine ve İran'ın diğer bölgelerine. O da bizi çok üzür. O sermaye yalnız maddi sermayeden ziyade insan gücü getir. İlde binlerce cavanımız Azerbaycan'dan kopur ve gelir ayrı yerlere. Bunlar gedəndə bilirsiniz ki, malların satırlar 3-5 yıldan sonra
Gəlirlər Azərbaycanda yerləri, yurtları vardı, onları satırlar. Bütün sərmayəni alıb o məntəqələrə aparırlar. Məşhədin, Tehranın bazarının, Məşhədin bazarının, Qumun bazarının, Kərəc Tehran keçdi zaten, onların çoxu türkdülər. Bunlarda da siz gesirsiniz, baxarsınız ki, dükançıların çoxu türkdür. Və bu sərmayə ilə Azərbaycandan qaçıb ora. Yəni biz ikili xiyanətə məruz qalırıq. Bir öz sərmayəmiz, Azərbaycan sərmayəsi İranın o birisi məntəqələrinə qaçır. Bir də ümumi sərmayə İrandan ki, bizdə dediyiniz kimi bizim də səhmimiz var, İranın eşiyinə qaçır. Biz ikili şeyə məruz qalırıq. Bu da Və bizi yəni də çox sizdə bunu soruşuram ki, narahat bunlar ki qaçırlar, ya gedirlər vətəndən eşiyə, fərq eləməz ya İranın başqa yerlərinə gedirlər, ya gedirlər xaricidə, siz buyurdunuz bayraqların yandırdığı ölkələrə. Bunlar milli sərvət hesab olurmu yoxsa yox? Bəli, şimdi sərvət olur. Hətta nədən maddi sərvət ki, dolar zat gedir, insan gücü gedir, beyin gedir. O beyin göçünün bilirsiniz nə qədər böyük sərmayədir. Sən bilirsən İranda neçə milyar dolar İrandan hər il beyin göçü var. Və bir Yahya'yı. profesör, bir Burada danışmanın yetiştirilməsi. Burada bir şey var. Burada Kanada'da bir Təbrizli var. Deyirlər Bəhaidir. Dini mühüm deyil. Bu Təbrizlinin minlər mağazası var. Minlər. Bəli. Mən eşitdim. Bilmirəm nə qədər düzdür yox. Deyirlər ki, bu bəzi illər 5 milyar dolar maliyyatından, vergisindən 3 izafə əlavə dövlətə yardım edir. İldə. Yəni özü də bu adamdan gediblər, bizim dostlarımız deyiblər ki, Azərbaycanlısan, türksən, filansan, deyib ki, mən sizə köməklik eləmərəm, çünki mən oradan lüt gəlmişəm. Əlimdə 1 qran gətirməmişəm bura. Amma adam beyindir, yəni gəlib burada ildə 5 milyar dolar fəqət dövlətə verir. Ehtimalən bunun vergisi, məsələn, 5 milyarddan çox deyil də. 5 milyard orada pul verir dövlətə ki, mən gəlmişəm, burada işləyirəm. Yəni bu böyük bir, məncə elə bu adam özü milli sərvətdir. Bəli. Moğdəvinin məşhur bir sözü var. Həm dedi, az həmzəbani xoştər است. O, biləxərə Moğdəvinin bu şeirinə özünə tətbiq verib, deyir, həm dedi, az həmzəbani xoştər است. Yəni orada Kanada'da özünü onlarla eyni ürəkdə görür, eyni zətdə görür. Heç də onu nə ondan nə nəqd eləmək olar, nə təşviq eləmək olar. Amma öz dünyasında yaşayır, sağ olsun orası yaşar. Mənə önəmli deyil. Mənə yəni orası önəmli ki, bu adam bir milli beyindir. Amma bu milli beyin vətəndə buna fürsət yaratmadıkları üçün gəlib başqasının milli mənafeyi olubdur. Sən mənfəət yaratması için tək deyil. Bəlkə də mənfəət orada da yaradıb əlindən alıblar. Bəlkə də mənfəəti müsadirə ediblər. Elə o olur da, yəni məsələn orada deyir ki, məsələn sən Bəhaisən, burada işləyə bilməzsən. Tutuldu getdi, dərs oxuya bilməzsən, tutuldu getdi. Adam gəlib burada. Hayır. Cənab Hidayət, vaqən insan şərm edir ki, 21-ci əsrdə gedəsən şimalda mazənlərdə Bəhailərin tarlaların, zəmilərin ki əkiblər, hani düvə əkiblər, filan əkiblər, bir-birinə vurasan, viran eləyəsən, onların dükanların ot deyəsən, dükanların viran eləyəsən. Ki, niyə Bəhaidir? O utancıdır da, bundan böyük utancı olar. Ona milli xiyanət demək olar? Bəllidir, milli xiyanətdir. Bəllidir. Nədən milli xiyanətdir? Əsən, insan şərmavər deyərlər, insan utanır ki, belə bir cəmiyyətin içərisində mənə də desin də sən də fərz edək ki, eyni coğrafiyadadır. Əslində bu gün cənabınızla danışmaq təzə bir sual gətirir ki, milli xəyanət nədir? Bəli. Bu milli xəyanət dedi. Əvvələn Cənab Hidayət, iqtisadda bir qanun var. Sərmayə iki şey axtarır. Bir mənfəət, bir əmniyyət. Bu iki yeri gördüyü yerə qaçar olar. Bir əmniyyət, bir mənfəət. Beyin də
Cürdür Amerika da. Beyin də o və cürdür, də o cür beyin deyilmi? belədir. Beyin. Axı beyin deyə xələ bir yerdə aramış istəyir. Bir yerdə nə bilim təhdid istəmir. Düşünən adamı zindana salırlar, düşünən adamı vururlar, döyürlər. Xoş bu elə özü dediyiniz kimi də təhdiddir. O adam deyir mən bu mən neçə dəfə yaşayacağam. Bir dəfə yaşayacağım, ömrümün yarısında zindanda geçineceğim. Olmaz ki. Qoy qaçır. Bax, Amerikanın indi Vietnama yağdırdığı sərmayə indi bu gün. Bilirsiniz nə qədər böyüyüb? Çünki orada əmniyyətini hiss edir, mənfəətlərini də görür. Bəs bənabərin sərmayə o yerlərə qaçar ki, orada əmniyyət hiss elər və mənfəətin çoxaldar. Biz Azərbaycanlıların, yəni Azərbaycandan qaçan sərmayədara xain demək olmaz əslində də, amma istər-istəməz biləxərə canımız istəyir ki, Azərbaycanlı sərmayəsini Azərbaycanda yatırsın. Hətta eşikdə olan Azərbaycanlı da eləyə bilsin ki, bu sərmayəsinin əlində sərmayəsi varsa, bunun bir qismini Azərbaycana daşısın. Və bizim Cami Güney Yahya, Azərbaycan belə demək olar, məsələn, milli xəyanəti belə görək. Olar ki, bilərək və bir siyasət üzündə Azərbaycandan insanları, beyinləri, təhsil kərdələri, təcrübə sahiblərin, pul sahiblərin qorxudurlar ya ürküdürlər ya bir şərait yaradırlar ki, oradan köçsün. görsünlər. Bu rəşad zamanından başlayıb, taza da deyir. Bəli. Rəşad Bunu zamanından xəyanət başlayıb. demək olar, yəni istəyirəm deyək, bunlara xəyanət demək olar. Milli xəyanət. Bəli, baxın, bizim millətimizə xəyanətdir. Milli xəyanət ki, bizim millətimizə xəyanətdir. Bəli. Məsələn, milli hökumət yıxılandan sonra gəldilər o öldürmələr filan hələ bir tərəfə ki, bir sürü insan öldürüldü. Minlər insan da məcbur oldu, biləxərə o mərzi keçib yuxarıya qaçsınlar. Minlər insan təbid oldu. Bu insanlar məmur insanlar değildiler. Bu insanlar roşenfikr insanlardılar, teknisyen insanlardılar. Bu insanlar o Azərbaycanın qalxınması için ellerinden gelen bütün işleri görebilirdiler. Bunları apardılar, bir neçə dəfə demişəm xütbət sizə. Apardılar Loristana, Bədrabada, bilmem ondan bir kısmını Səbzivara, bir güneyə. Hatta bunların sonra bəziləri neft, cunubda neft quyularında işləməyə başladılar. Yani bu Azərbaycan talan oldu. Azərbaycana bundan büyük xəyanət ne olabilir ki? Azərbaycan xəyanət oldu. Tək milli hükümətə xəyanət olmadı. Azərbaycana xəyanət oldu. Ondan sonra da illərcə bilirsiniz də təbliğat olundu. Milli hükümət əleyhində əllərindən gələni, ağızlarına gələni dedilər. Çox sağ olun. Bu günləri siz bir qavram yaratdınız ki, mən əslən bunu düşünməmişdim. Milli xəyanət bəhsi bunlara əlavə oldu. Yəni bu bəhslərə bundan əslən tərif verməliyik ki, milli xəyanət nədir? Milli xəyanətin ülgülərini göstərməliyik. Yəni yaratmalıyıq. Hayır ki, məncə bu bəhsi biz yaratmalıyıq. Bu mən için deyəcəm bir yerdə oxumamışdım bunu. Siz oxumuşdunuz belə bir qavram haqqında? Geçen bazı yerlerde göze çarpıp bəli olub ama üstünde işlenmelidir. Bunlar hamısı işlenmeli. Üstünde çok önemli bir mesele açıldı. Sağ olun, var olun. Bir başka sual soruşum. Milli çıxarlardan hangi durumda Cənabınızın partisi və hangi şərtlərdə vaz geçersiniz? Bax, Cənab Hidayət, alışveriş meselesi olsa başka. Ben bir şey alıram, bir şey veririm ama fasitçe bunların sözüne dile board. İkimiz de kazandık. Onda bazı zatlardan vazgeçilebilir. Fərz edək ki, filan mədənimi verirəm, karşısında filan karxanəni alıram. Bir dənə sizə bir misal verim. Bu dünən oxudum, bilmirəm, bunun rəsmi sənədim yoxdur. Ama herhalde o adam da bir yere yazılıp deyir. Deyir İstanbul şəhərdarısı getdi Çin'e 1 milyar yarım verdi. Karxanəsini aldı gətirdi ki Türkiye'de elektrikli maşinlər olsun.
Hem otobüsler hem taksiler. Bizim de Şəhrdar Tehran Ağay Zakani gitti Çin'e 2 milyar yarım verdi ki oradan maşın alsın ve taksi alsın. Bu 1 milyar yarımla gitti onun karxanasını getirdi Türkiye'ye. Şəhrdar gitti 2 milyar yarım verdi ki oradan maşın alsın. Hop bu olar xiyanet. Sen madem Əlbəttə ki onu mən başqa cür oxudum Aydaşır. Orada yazmışdı ki, elə mən də həmin xəbəri oxudum. Yəni onu 2-3 mənbədən oxudum. Bir mənbədə yazmışdı ki, Türkiyə bir siyasət götürüb ki, pul verməyibdi şeyə, Çinə. Çin gətirir orada mal qoysun, yaratsın fabrikanı. Amma İran gedir orada fəqət maşın alır. İndi bunun hansısı xəyanət ola bilər? Heç birisi xəyanət deyil məncə. Ya xəyanət çok hesab edirsiniz. yok belə olar ki insanlar bilmemezlik özde bir xiyanətdir. Bilmemezlik Doğru. özde bir xiyanətdir. Bak sen bilmirsən senin bu iş senin elinden gelmir. Elə inat edip burada durursan, hop öz xiyanətdir. Milli Doğru. xiyanətdir. Doğru. Anladım. Alışveriş olabilir, ne bileyim dediğim gibi. Sen Azerbaycan'ın bir mədənin verəsən, deyəsən onun yerine gel Azerbaycan'da büyük bir tolidi bir karxana kuraq. Her şey olabilir alışverişte iki taraf board yani hem sen kazanırsın hem ben kazanırım. Ama ben tek veririm. Heysat əldə eləyənmərəm, alanmaram, qudrəti kanəzənim deyirlər də paslar. Qudrətim yoxdur səninlə müzakirədə oturup da bir şey başaram, hop xıyanət sayılır. Millətə xıyanət sayılır. Hələ qaldı ki, indiki deyil, biz gələcəyə də xıyanət olar. Bəli. Nələr milli mənafi deyil, Aydaşır? Vallahi deyirlər hani yine faslarımız adı var. Ədəb əz kamuqti əz bi ədəban. Onlar ki bizim mənfəətlərimizə aykırıdır. Məsələn deyək ki bizim Azərbaycan mən uşaqlığımdan yadıma gəlir. Azərbaycanda cavanlar fərz edək ki məşrub içərdilər. Fərz edək, vodka içərdilər. Buna benzer şeyler. İndi gələn xəbərlərdən eşidirəm ki, Azərbaycanda cavanların çoxu muhtad olublar. Məvaddı müxəddir. Məvaddı müxəddir bilinçli olaraq, bilərək Azərbaycana soxulub. Bu ən böyük xiyanətdir. Əgər Azərbaycanlı indi Azərbaycan çətlərinə qədər bu nüfuz edib, bunu bilərək gönderilmişse ki bunun zaten gününde geçen bernamede dedim İngilizler Çin'de bir cengi teryak diye bir şey eğer vagan ile bir mesele yani bilerek bu işi Azerbaycan'da yaydılarsa Azerbaycan'a yaysalar Azerbaycan'a məxsusən soxsalar ki Azerbaycan'ı cavanı bu güne düşürsünler bu büyük xiyanətdir. En büyük milli xiyanət budur ki, bir Azerbaycanlı bu işte öne olur. Bu işte gələn niye? Buna köməkli eləyər. Belki mənfəəti için olabilir. Belki hani kısa dönem mənfəət pul için olabilir. Ama bunlar büyük xiyanətdir. Bir məvaddır ki, bizim millətimizi yoxuya verən, bizim millətimizi yox eləyə, bizim milletimizin iradəsini süst eləyə, o bizim en büyük xiyanət odur. Hem fərəngi xiyanətdir, hem iqtisadi xiyanətdir, hem tarixi xiyanətdir. Azərbaycanda gurur var. Azərbaycanın birinci programının başında ben selam vererken bir şey dedim. Dedim biz mütevazı insanız. Azərbaycanlı mütevazı insandır. Azərbaycanlı fədakar insandır. Elimizden gelse bütün İran'ı da kurtarmaya hazırıq. Zaten dedim mukaddemeyi 12 Şehriver'de de bu yazılır. Yazıl Azerbaycan'ın azad olması bütün İran'ın azad olmasına sebebiyet verir. Yani Azerbaycan'ın azadlığıyla bütün İran azadlığa kavuşar. Eğer belə bir özgürlüğümüzü yani belə bir hem iktisadi hem içtimai hem fərəngi
varlıqlarımıza belə sürtüşmələr olsa, varlıqlarımızı yox eləməyə çalışan insanlar olsa ki bizdən olmayan ayrı insanlar, bunlar xaindirlər. Can Yahya'yı sualı bir de tekrar edeyim. Siz bir xiyanete güzel misal vurdunuz. Ben lezzet apardım. Çok güzel. Yani bunu eşitmemiştim. Özüm de düşünmemiştim. Bu çok ciddi. Ama indi neler milli menafe değil. Dediğim için bunlar bizim milli mənfəətimizdir. Bizə eşikdən empozu olan, zor ilə dayatılan, istər dil olsun, istər hani kültür olsun, istər bəzi inançlar olsun. Bunlar əgər bizə dayatılsa, yani bize zorla kabul ettirilirse, bunlar milli kültürümüzün bir parçası değiller. Bunlar hatta bizim kültürümüzü dejenere eləmək için, bizim kültürümüzü yok eləmək için bir faaliyetlerdir. Biz bunlara çok dikkatle bakmalıyız. Çok dikkat eləməliyik. Ki bizim bizim kültürümüz, bizim milli varlıklarımız, bizim milli menfaatlerimiz məxlud olmasın. Məxduş Can Yahya, olmasın. sualı başka cür soruşum. Benim zihnimde olan sualı soruşum. Ben. Bizim bir ustadımız var. Bir yerde sualı elə soruşun ki, özünüzü mihkub eləyib sualına göndermiyor. Hey deyəsən mənim düşüncəm budur. Mən zahirən çox yanlış sual koymuşum. Yani, deyirəm ki, düşüncəm budur. Can Yahya, acaba fərdi insanların mənafii milli mənafii hesab olur mu? Sağlığı, səlamətliyi, savadlılığı, savadsızlığı, təcrübə sahibi olmağı, rifah sahibi olmağı, nə bilim, şirkəti var, çalışması, bunlar milli mənafe hesab olur mu? Bəllidir ki, bunların hamısının bir yerdə milli mənfəətləri oluşturur. Bizim fərz edək Azərbaycanda indi biz təqribən ortalardayıq. Hətta bəzi, məsələn, Ustan Azərbaycan şərqi bir illik tolidə naxalisi milli deyərik də ona. Tolid naxalisi millidə təqribən Azərbaycan şərqi biraz da o mütəvəssitdən biraz yuxarıdır. Amma Ərdəbil, Ustan Ərdəbil ki paylaşıblar, Ustan Ərdəbil qoyublar, aşağıdır. Azərbaycan qərbi aşağıdadır. Məsələn, Qəzvin ortalardadır. Həmədan da yine ortalardadır. Yani bizim milli Zəncan hardan? Zəncan da yine ortalardan biraz aşağıdadır. Ama o məsələn fərz edək ki, Kohkili, Boy Rəhmət filan Bəhmən, onlar çox, Lorestan çox aşağıdadır. Sistan-ı Bəluçistan çox aşağıdadır. Yani mənzur budur ki, bəllidir bizim tolid millimizi təşkil verən həm sənətimiz, həm keşavärzimiz, həm mədənlərimiz, bunlar hamısı bizim milli sərvətimizdir və bunların yaxşı işlətilməsi fərq eləməz ya dövlət tərəfindən, hükümət tərəfindən, amma özümüzün iradəmizdən qurulan bir hükümət tərəfindən işlədilirsə, mutlaka yaxşı nəticə verir. Hətta o olmasa belə özümüzə ait sərmayədarlar tərəfindən işlədilirsə yine yaxşı olar. Biz fərdi bazara azada düşmən deyirik. Amma deyirik bazara azad elə işləməlidir ki, millətin o fasli təbəqatı deyirik, onu çox oynatmamalı. Yani millət də bir refahda ədalət dediğimiz iqtisadi ədalət də bərqərar olunmalıdır. Ona görə biz olan hamısını ehtam edirik. Bunların işlədilməsində Cenab-ı Hidayət sərmayə milli lazımdır, tacir milli lazımdır, mühəndis milli lazımdır, kariger milli lazımdır. Bunların hamısı milli dediğimde yani o məntəqədən oluşan, bunlar hamısı əl-ələ verər, o məntəqənin tolidini aparır yuxarı. O məntəqəni sərvətməndir. İqtisadın əsas hədəfi budur ki, tolid sərvət. İqtisadın mənası budur ki, tolid sərvət elər. O tolid sərvəti biz nə qədər aparsaq yuxarı, ya bəxşi xüsusi ilə, ya bəxşi təavuni ilə, ya bəxşi dövləti ilə, bizim mənfəətlərimizdir. Ona görə şübhəsiz ki, hamıya imkan yaranmalı, imkan yarananda da
Dünen değil mi? Geçen bernamede dediğimiz o rant meselesi var ha. O rant meselesi bunların hamısını mahveder. Bunların hamısını yok eder. Rant meselesi bunların hamısını taptar. O rant meselesi olmamalıdır. O rant meselesi bela olar. Ama o təbiidir ki, ortamı hazırlayacaksan, muhiti hazırlayacaksan, bunlar hamısı fəaliyyət edəcəklər əl-ələ və mutlaq yaxşı bir nəticə alırıq. Bəli. Can Yahya, acaba sizin təşkilat milli mənafe olmayan konularda, mövzularda, sahələrdən vaz geçərmi? Ya vaz geçməyə hazırmı? Bir tane bu arada sual biraz şeydi yani. Belədir ki, milli mənfəətimiz olmayan zadımız da yoktur. Bizim coğrafyamızda olan her şey bizim milli mənfəətimizdir. Her şey. Yerden tutup yer altı, yer üstü, cəngəllər, bayaq dedim cəngəllərimiz, cəngəldə yaşayan heyvanlarımız, ne bileyim bunlar hamısı bizim milli mənfəətimizdir. Bunların hiçbirine vazgeçilmez. Güllər, otlar, ələflər. Hamısı merate bizim zadımızdır. Koyunlarımız, keçilərimiz, inəklərimiz, bunlar hamısı bizim mənfəətimizdir. Yer altında mədənlərdə olan mərmər daşlarımız, bunlar hamısı bizim, niye bunlardan vazgeçmek aslında mümkün değil, xıyanət olar. O ki biz heç bir mənfəətimizdən vazgeçmek istemirik. Sizin təşkilat milli mənafeyi hangi siyasətlərlə və necə təmin etməni düşünür? Vallahi ben bundan neçə dəqiqə bundan o işarələdim. Əgər biz o məntəqədə bir hükümət qursuq, yəni milli bir hükümət qursuq, necə ki 1324-25-də qabağa aparıldı və yaxşı nəticələr də alındı, qısa bir müddətdə eyni o siyasətləri tabii ki güncəlləşdirək, yəni bu günə uyğun bir şekildə qabağa aparırıq. Orada hem sənayimiz gelişər, hem keşavērzimiz canlanar, hem insanlar arasında irtibat çoxalar. O siyaseti 20 maddəlik milli hükümətin siyasətini ama bu günə neynərik? Bu gündən güncəlləşdiririk. Yani o bəllidir, bazı kelimeler çıxar, bazı kelimeler onun yerine oturar, bazı sözler çıxar, bazı sözler onun yerine oturar. Bu günün şərtlərinə görə qabağa aparırıq və çox da yaxşı nəticə aldıq. Qısa bir sürədə çox böyük nəticələr aldıq. Məsələn, Yəni hangi bilirsiniz ki, stratejiləri götürərsiniz bu ülke milli mənafe təmin ola? Azərbaycanlıların və türklərin milli mənafeyi təmin olsun, İran içində hətta sizin düşüncədə hangi siyasətləri götürülməlidir? bax yine dedim yani bizim yolumuz bəllidir. Bizim kurduğumuz milli hükümetin yolu bellidir. O milli hükümetin hələ də bərnaməsi var. Dediğim kimi güncəlləşdiririk. Her alanda var. Bak kısa bir sürede neçə yüz dana dərmanqah tikildi. Neçə yüz dana mədrəsə tikildi. Bir il çəkməyən hükümet danışgah kurdu. Filarmoni kurdu. Radyo kurdu. Lülekeşiye ab təşkil verdi bunlar. Yani bunların hamısı milletin servetidir, milletin menfaatidir. O tosiye payidar dediğimiz o şeyler. Hele bunun yanında ne dediğim gibi işaret ederim buna. Çünkü inanırım buna. Bunun yanında bazı muhiticist var. Çevre meselesi var. Bizim devletimiz eğer milli hükümetimiz kurulsaydı ve işleseydi bugün Deryaçı Urmiye bugüne düşmezdi. Bugün Deryaçı Urmiye kurulmazdı. Deryaçı Urmiye'nin kurulmasıyla Cenab-ı Dayı 6 milyon insan o məntəqəni tərk etmək məcburiyyətindədir. Pəs binabərin bunlar hamısı milli bir hükümetin vəzifəsidir. Ve milli hükümet bunlar dikkate alır. Kimin iradesine dayanarak? Orada yaşayan insanların iradesiyle, orada yaşayan insanların desteğiyle, orada yaşayan insanların himayetiyle bu işler görülebilir. Yani fikirləmirəm ki, mən rüyadayam, yoxu görürəm. Xeyr, bunlar görülebilir. Bunlar görülmeyen iş değil. Can Yahya'yı sizin parti Ben.
lazım gəlirsə İran içində Türklərin milli mənafeyi yolunda savaşa girərmi? Vallahi biz milli menafı yolumuzda tahmil olan bir savaşa girdik. Ama tahmil oldu bize. Biz savaş istemirdik. Qaflankota savaş istemirdik biz. Biz Zəngiyanı təhvil verəndə qərar deyildi ki, o sərbaz göndərsin zada. 300 qərar oldu, 300 fədai dəstəsi, 300 də jandarm dəstəsi oranın əmniyyətini təmin eləsin. Gelir gelmez bizim erteşle bir sürü şeyler gönderdiler. Tank geldi. Tankta herhalde edeceğiz. Geldi bizim orada fedai destelerin hamısını şürkütelediler, vurdular, öldürdüler. Neler başlarına getirdiler. Hop bizim tahmil olsa mecbur özümüzden defa ediyoruz. Ama biz savaşa girmek yani siz bir şeyleri mesela Urmugöl'ün milli mənafeyi sayırsınız, torpağın milli mənafeyi sayırsınız. Mesela Cənabuz milli mənafeyisiz, filankəs milli mənafeydir. Tutdular bunu istəyirlər edam eləyərlər. Mesela bir dana Türkiye. Siz bunun mesela ya bir dana şirkətin müsadirə edirlər. Türk'ün ya malın müsadirə edirlər. Siz parti olarak İran'da bir federal İran'da deyək. Əgər belə bir şərait gəlsə, savaşa girər misiniz? Biz Azərbaycan mənfəətini qorumaq üçün təhmil olan hər şeyə başvurur. Ama arzumuz değil. Arzumuz savaş değil. Ama təhmil olduktan sonra mecburuz. Yani hiçbir insan, yani durup dururken hiç bir insan, məqul bir insan, ağıllı bir insan, hedefi de mən istəmirəm mesela Tehran pastanelerinden qutaram ki. Ama bak yine misal verim size. Haceli Rezmara Fermandı Sitadıdır da ben Besler Fermandı Erteş İran'ıdır. Gedir Şahın yanına Şahı iğna eləmək için ki Azerbaycan'a həmdil olunmalıdır. Belə bir şey deyir Şaha. Deyir ki kalkda. Deyir eğer biz bastırmasıq Azerbaycan'da milli hükümeti yok eləməsək, gələn il bu mövqe burada ay pişəbəri oturup ve cumhuriyet ilan edəcək. Kalkda deyir Şaha. Yani təhrik eləmək üçün. Belə bir zat, yani təbiidir. Bu cəng Azərbaycanın təhmil oldu. Bellidir biz cəngə amadıdır der. Məsələn, o cür olmuyor. Arz elədim də. Məsələn, Azərbaycanın torpaqlarını böldülər. Sizin dövlət quruldu, yəni bir federal dövlət var. Azərbaycanın torpağını böldülər, verdilər Kürdistana, ya verdilər ayrı bir yerə. Ya məsələn, Azərbaycanlılar, siz dünən bir misal vurdunuz, Tehranda getdilər, başladılar, bunların yazarlar ki, kim burada oturur, bunları oğrudular. Bizim milli mənafeyimiz elə odur da, yəni bizim millətimizi oğru görsələr, milli mənafeyimiz xətərə düşdü. Ya məsələn, turizmi, məsələn, qoymuyorlar bizim turist məsələsi, indi qoymurlar, geçsin. Ya Urmugölü, məsələn, bir elirlər, suları bağlılar, o axan suların hamısı. Məsələn, bunlarla savaşar mısınız? Bunun yolunda, yani milli mənafeyin yolunda savaşa girer misiniz? Bak, Cenab-ı Hidayət, meselenin çok şey demeyək, yani çok üstünde durmayaq. Belə buna göre durmayaq ki, bizim mənfəətlərimizə zərbə vuran insanlara da biz zərbə vururuq. Ama biz hələ də bunu tekrarlayıram, dəfələrcə tekrarlamışam ki, bizim mənfəətimiz budur ki, İranda yaşayan diğer millətlərlə həmkarlıq edək. Diğer millətlərlə oturaq müzakirə və həmkarlıq edək. Eləyə bilək, biz işbirliyi ilə, həmkarlığıyla daha çok faydalanırıq. Daha çok, mən Təbrizdə oturan bir tacirlə desəm ki, sənin mənfəətin budur ki, Tehran taciri ilə həmkarlıq eləyəsən, ondan alışveriş eləyəsən, sənin mənfəətin budur ki, Şirazdakı tacirlə də alışveriş eləyəsən, Məşəddəki tacirlə də. Alışverişin sənə mənfəət sağlayacaq. Bu bizim bilxərə Azərbaycan üçün bir mənfəətdir. Ona göre mənim hədəfim bütün, yani bu sözlərdən zaten budur ki, arzum budur ki, bütün İranda yaşayan millətlər bir-birlərinin həmkarlıq eləsinlər. Bir-birlərinə
mütesavi yol hukuk birbirlərinin mənfəətlərini gözə alsınlar. Yəni, əgər mənim mənfəətim gözə alınırsa, Farsun da mənfəəti gözə alınar, nə bilim, Şirazlının da mənfəəti gözə alınar, Məşəddinin də mənfəəti gözə alınar. Amma mənim mənfəətim yox olunursa, onun da mənfəəti yox olar. Çünki biz İndi məsələn bizim nəhayət, mənfəətimiz yox olur, amma onların mənfəəti təmin olur. Bu da var. bizim mənfəət, axı bunu belə deyəndə deyirlər ki, sizin mənfəətiniz Tehranda təmindir də, Tehranın bazarının hamısı türkdür. Yəni bütün sərmayə, Tehranın ən gözəl yerlərində türklərin qaxları var. Türklərin yerləri var, türklərin dükanları var. Amma Mən bir dana Çayır Dipş Azərbaycanlıların hamısını ala bilər. Yəni hamısının sərvətini ala bilər Çayır Dipşin. yox, mən tək elə deyil, cənab Hidayət. Yox, elə də Azərbaycanlılar mali məsələdə çox qüvvətlidirlər. Əgər mali məsələdə qüvvətli olmasalar, heç pezeşkan da çıxanmazdı. Azərbaycanda söz sahibidirlər. Bunu biz özümüz çox aşağı indirməyək. Azərbaycanlılar da həm siyasətdə, həm iqtisadda söz sahibidirlər. Hətta tövliddə söz sahibidirlər. Bunu biz biraz diqqətli bu məsələyə yaxınlaşmalıyıq. Geçən 20 ildə o bizim Allah səlamət eləsin mərzliklə də arzu eləyək səlamət olsun, sağlığı olsun. İbrahim Sabalanın bir gözəl məqaləsi var. Geçən bir ayda yazıbdı. Xəstələnməmişdən qabaq yazmışdı. Yazmışdı ki, amarlara görə, İranın istatistikalarına görə 20 il bundan qabaq Azərbaycan maşınların qətələri, farsça qətəatı xoturo deyirlər da, onun tolidində 27% səhmi var idi İranda. İldə 27% tolid edirdi. İndi keçən 20-də azalıb gəlib 7%. Yəni 27-dən 7-yə yenib. Yəni 100%-dan 73%-a, 74%-a. Bunun səbəbini deyək də, bunun səbəbi iqtisadi səbəbini deyək. Bu buradan kəsilib farslara əlavə olubdur. Farslar sərvətləşiblər, biz 75% fəqirləşmişik fəqət bu sahədə. Mən elə Dəlvaqa söhbətlərimiz içində bunu işarə elədim ki, vaxt ki, məmləkət Azərbaycandan sərmayə qaçır, iş gücü qüvvəti qaçır, yavanlar məxsusən qaçır ayrı məntəqələrə, təbiidir ki, iqtisad darbalar. Amma yine buna rağmen gedən sərmayə ilə birlikdə o cavanlar gedir, onlar çox da Azərbaycançıdırlar bəziləri. Sən Ərakda bugün məsələn maşınsazı Təbrizin böyük bir zadı daşınıb Ərakə. Ərakdakı Azərbaycanlılardır. Məntəqə olaraq Fars məntəqəsi ola bilər, amma Ərakın ətrafı bütün türkdür. Və kətləri də türkdür. Ona görə biz həmkarlıq... Ya məsələn traktor, Təbrizin traktor sazisi traktor tolid edirdi, İrana, yəni bölgəyə satırdı. İndi gəldilər bunu Azərbaycanın əlindən almaq üçün bir dənə karxana traktor, elə öz traktor karxanamız bir dənə Sənəndəstə vurubdu karxana. Kürdistanda da, yaxud Kürdistanda vurubdu. Bir dənə də Əraqda vurubdu. Yəni, əvəzin ki sata, buradan satırdı, pul qırdı, yəni tolid edirdi. Tolidimiz azaldı bizim. Yəni bizim tolidimiz %100 olsaydı, 50'sin bunun Kürdistana edir. 50'sini də Əraqa da sadir eləsəydik ildə 100 dana, onu da məsələn verdik, Əraqlılar özləri düzəldirlər. Biz də orada mənfəət qazanmırıq. Burada siz bunu məsələn nə görürsünüz? Yox, mən təbiidir. Bir karxana böyüyər, bölünər. Ayrı məntəqələrə göç edər, ayrı məntəqələrdə tolidə başlar. Amma bu zərərli bir şey deyil, hətta mənfəətli bir şeydir. Ki, məhsul ayrı məntəqələrdə də tolid olar, o məntəqədə də satılar. Bu yayılar... Mənfəəti bizə gəlsə də, mənfəəti bizə gəlməsə necə? Yox, mənfəətin gəlməyəcək deyə bir kural yoxdur. O gələ də bilər. Məsələn, Mercedes-Benz indi bütün dünyanın çox yerində qeyrilir. Amma Mercedes-Benz'in mənşəyi Almandır. Orada biz dünyanın Alman ona şey verir. Alman ona nə deyirlər? Lisens verir. Lisens verir, səhm alır. Elə Əraqa gedən, ona da lisens verilib.
Orada yani traktörsaziyə Təbriz tərəfindən lisens verilib. Elə fərq eləməz. Bu hər yerdə belədir. Mən ona qarşı deyiləm iqtisadda. İqtisadda böyümə, bölünməklə olar. Böyüyər, bölünər, əzat edər də. O yüzden mesela change atar da, yəni qol atar, genişlər. Bu mənfi bir zat deyil. Bu müsbətdir. Fakat bizim mənfi məsələmizin üstündə yersən, barmaq basırsan, budur ki, Azərbaycanın sərmayə ilə insan gücü göç edir. Niye göç edir? Çünkü imkanat olmuyor. Niye göç edir? Siz dediğiniz kimi qətisazi Təbrizdən daşınır ayrı yerlere. Hele baxaq çox niye daşınır? Bunun dalında dediğiniz kimi siyasi niyyət ola bilər. Bunun dalında iqtisadi niyyət ola bilər. Bunun dalında bəzi başka məsələlər də ola bilər. Bunun hamısı araşdırılmalı, baxmalı, görməli, görüşməli. Bəli, bunların hamısının baxıb da görüşməsi için yine biz bu milletlerle oturup müzakirə edib mənfəətlərimizi və onların mənfəətlərini təmin etməliyik. Aydın dostlardan biri Bu da bir dostlardan siyasi yazıblar partiye şahit olarak Buyur. məzəsən, bunun bir siyasi partiye olarak ki bir ildə milli hükümet kurup bizlere düşür. Siyasi partilere düşür. Hamımıza düşür. Düşmənlikdən biz bir yere çatanmalıyıq. Biz dostluğu geliştirmeliyiz. Bəli. Çok sağ olun. Teşekkür ederim. Bizim ev bu günləri çox soruşduqlaşdı. Tam 4-5 ailə qonaq gələcəkdi. Gəliblər. Mən bir sual da soruşacağım. Sonra əgər icazə versəz bugün tez qutaraq. Başlayacağım. Sabah Mən dedim. bunları bunu çıxardarıq əvəzin. Baş Ərz edeyim üstə, baş. sizə ki, dostlardan biri deyiblər ki, Çayır Depşə mən işarə elədim. Onu izah edeyim. Dostlar onu istəyiblər izah edeyim. Aydın Çayır Depşin üstü açıldı. Bu Farsların ixtilaslarından birinin üstü Çayır Depşi'di. Neçə milyard? 3 milyard yarım ya 4 milyard yarım. Belə bir ixtilasdan 3 milyar 400 milyon. Fakat Çayır Depşi'nin şeyiydi. Bu böyük puldu. Böyük puldur bəli. Aydın bundan fikirləyirsiniz məsələn bu ixtilasdan. Mən orada dedim ki Azərbaycanın sərvəti cəndi bu. Azərbaycanlıların sərvəti cəndi. Bundan bu 3 milyard 400 milyon dolar puluna, Amerika doları puluna deyək ki Azərbaycanda nə etmək olar? Tek Azerbaycan'da değil. Bütün İran'da çok değişiklikler olar. Hələ sistem Bəluçistan'da uşaqlar kəpərdə dərs oxuyurlar. Kəpərdə. Əgər müəllim tapsalar. Çok İran'ın her tarafında çok işler görmək olar. Ahmadinejad zamanında 700 milyar dolar itti. Yok oldu. O rəhmətlik öz həmşərimiz Adilə Azər o vaxt divan muhasibatın başıydı. Dedi vallahi mən bilmirəm bu pul nə olub. Tapanmırıq. Pulun bəlli deyil haracıydı. 700 milyar dolar. Tek o değil milyarlar o. Bu 3 milyard 400 milyon dolarla mesela Təbrizi Qazaşdan düzəltmək olar, Urmuc gölünü düzəltmək olar. Bütün Azərbaycanın şərqini düzəltmək olar. Neçə 100 dana karxana qoyulmaq olar. Neçə 1000 dana mədrəsə və dərmanqaq qoyular. Axı belə nə bilim çox işlər görülə bilər. Hələ o heç o şey ki o qüvvə qəzaiyədə ki ağay Xameneinin də kontrolündədir, onun rəisini ağay Xameneyi seçər. Bilirsiniz nə milyarlar pul dolandı. O ağay xəbərini tutdular, hələ az bir yıl saati şeydeydi. Roşan oldu. Deyir, mən desəm, mənim dostlarıma bir ağız açsam, bütün bəramını mənə verərlər. Bax, şöyle nə qədər bu iz olub. Bir istilah adamı zindana saldılar. Bir istilah adamları dadgah elədilər. Ben bu son zamanlarda eşittim ki, Ləvasan deyirlər. Mən tanıram, ora getmişəm. Ləvasanda evin, villaların kiçikliği 4000 metrdən 5000 metrdən başlayır. Metri 1 milyard. Metri 1 milyard dolar. 1 milyard tümən. Bəli. Yəni
Əlbəttə bunu məsələn deyəndə, biz deyəndə tərəf dönür deyir ki, ağay zat Sıtkı da yəni mesela İmam Cümeyi Tehran. O əpərli Benim adıma yazdılar. deyir mənim 4000 metrdir. Öz də əpərli Türkdür da, Türkdür yəni əpərlidir. Türkdür 4000 metr yer mənim adıma yazdılar xəbərim olmadan. Yəni talan olanda məmləkət talan olanda Fars, Türk, Ərəb, Əyəm, Kürdü yoxdur. Fəqət tək bir qrup vardı ki, onlar biçarələr bu müşarəkət edəmirlər ki, onlara yol vermirlər. Bir Bahayilərdir, bir də Sünnilər. Azərbaycanlılar maşallah bu yağmada yəni bu zatda rolları az deyil. Əslində o adamlar tedadı farslılar, türklər içə hakimiyyətdə bu imkanları ola bilər ki, ixtilas eləyələr. Əvvələn türklər biraz bunu mən deyim, çox içində azdır bu mövqeyyətlərdən istifadə eləyələr, ixtilas eləyələr. Necə ki qorxaqdır, qorxurlar. Çünki bunlar elə türk olduğuna görə müttəhəmdirlər. İxtilas da gələndə elə bunlar təciziyə müttəhəmdirlər. İstəyər İrancı olsun, istəyər olmasın. O bir nəfər gözəl yazmışdı. Yazmışdı ki, mən bir belə türklərə, pan-türklərə həmd eləmişəm. İndi yazmışam, Pezeşkiyan elə olsun, belə olsun. Mənə hamı yazır, pan-türk tohin elirlər. Bu qədər. Adam yəni deyir ki, mən pan-türklərə ömrümü qoymuşam, pan-türklərə tohin eləmişəm, bunlarla savaşmışam. İndi mən demişəm, Pezeşkiyan prezident olsun, hamı məni pan-türklərə müttəhəm edirlər və söyüş yazırlar. Vaqiət budur ki, insanlar nə qədər pan-türklük, pan-farslıq edirsən elə, sənin türk olmağın var. Əgər bu molla, bu Tehranın mollası, əgər türk olmasaydı, onun ixtilasının üstü açılmazdı. Bəli, olmasaydı açılmazdı. 2 nəfərin Azərbaycanda ixtilasının üstü açılıbdı. Bir Babək Səndanidir, bir Babək Səndanidir. Tehranın İmam Cüməsini danışırıq da hər halda, müvəkkil İmam Cüməsi. Bir onun üstü açılıb, bir də Babək Zəncani. Amma farslardan baxın, minlər adamdan yıxsaz 10 danasının adı açılıb. 10 danasının, minlər adamdan. Ay məhsulu var, Urmiyəli. Ay məhsulu indi İranın ən böyük sərvətməndlərindən biridir də. Yoxsul bir ailədən durub indi vəzir-i keşfərzad oldu. Əhməd Necət zamanında. Onun da sərvəti farslardan az deyil. Ay sadığı məhsulunu. Bilmirəm, tanımıram biləsin, amma əgər olsa mən iftixar edərəm. Mən bunu deyim. İranda ki 7-7-dir, ay düşdür. Bu İranda ki 7-7-dir. Türklər desələr mən iftixar edərəm. Sevk ediyorsun sadığı məhsulunun ki ağay gəlinin tərəfdarı idi. Baxın yol sərvəti nə fərq. Mən bunu deyim, mənə bir cümlə deyim. Əgər Azərbaycanlılar bu işi görərlər, heç olmaz, biz ki qarət oluruq, o qarət olmuş mənafiədən biraz bunlar eləyə bilərlər, ixtilas eləyərlər alalərlərinə ha. Mən onlara fəxr edirəm. Mən ciddi deyirəm. Mən Babək Zəncanidən himayət eləmişəm, indi də himayət edirəm, həmişə də himayət edirəm. Çünki deyirəm, ən azından bu günə Azərbaycanın sərvətlərindən biraz götürübdür. Amma acaba adın qoymuşdu Azərbaycanlar mı xəşləyib? Azərbaycanlar mı xəşləyib? Azərbaycanda hiç qorubdur. Bəzi işləri Azərbaycanda qorub. Heç olmasa burasını bilirik. Məsələn, filan kəs, bəli, ata təyyarası, təyyara şirkəti, neçə dənə də təyyarası var idi. Ədli müsadirə oldu onun, əmvalı müsadirə olubdur. Zindanın da çəkibdir. Təhcə adamdır ki, ixtilaslılardan zindan çəkibdir. O birisilər heç bir zindana getməyibdir. Məsələn, Zobahən, Depşə, heç birisi zindana getməyibdir. Ya o birisilər, heç birisi. Son sualımız. Milli mənfəətdən bir neçə misal vurun lütfən və siyasətlərinizi onların haqqında buyurun. Məsələn, Urmu gölü, mən misal başlayayım. Urmu gölü qurumasının qabağını almaqda, doldurmaq milli mənfəətdir. Sizin siyasətləriniz bu haqda, xüsusən bir ixtisasçı olaraq, siz nə düşünürsünüz? Bunu necə diriltmək olur? Bizim hədəfimiz budur ki, millətimizin rifahını təmin edirik. Milli sərvətimiz də bu rifah doğrultusunda işlənsin. İstər Urmu göl olsun, istər dediyim kimi ormanlarımız olsun. Aman ormanlarımız yandırılmasın. Aman milli mənfəətlərimiz yox. Bunlar bizim milli sərvətimizdir, milli mənfəətlərimizdir.
Bunların gerek bunların yok olmasının qabağını alaq. Hər şekilde olur olsun, hamımız el-ele verək və qoymayaq ki, bizim milli sərvətimiz yok olsun. Və milli sərvətimizi, təbii ki, hədəfimiz milli sərvətdən millətimizin rifah düzeyini, rifah standartını yükseltmek. Rifah standartı insanların nece yükseler? Çok tabiidir. Onların bak farz edək ki, et məsrəfləri gelişmiş ülkelerde 30 kilogramda ildə, hatta 39 kilogramdır. Hatta süt zadını xidmət üzədiyim, İskandinav'da adam başına 300 kilogram dildə. Bizim İran'da 70 kilogramdır. Biz gerek bilirik ki, bu rifahı elə yüksəldək ki, milletimiz sağlam yaşasın. Sağlam yaşayacak her zadımız da vardı. Hem dedi o bəyatsız işarələr hem Urmi gölümüz var, hem yeraltı mədənlərimiz var, məratimiz var. Kimi mərtələrimizdə qəşəng bal yetiştirilə bilər. Bu məratimizdə bizim qoyun yetiştirilə bilər, inək yetiştirilə bilər. Bunların hamısı bizim rifah düzeyimizi yüksəldər. Və bunu hamısını milletimizin rifahı için nə etməliyik? İş aparmalıyıq. Milletimizin rifahını yükseltmek için el-ele verip bu milli servetimizi korumalıyıq. O kadar. Bir neçə misal vursaydınız daha məsələn Azərbaycanda illəti bu ki yağış ağya Ərəbistan bilirsiniz da çox şeylik yerdir. Çöllükdür, kəvirdir əslində. Amma bunlar mən son zamanda Türkiye'nin turistlerinden güzel dikkat ediyorum. Ay düşür. Düşünce o insanlar ki devlet milli düşünürler, vaqən fərqli düşünürler. Mesela görürəm bu turist gedibdi, Çin'e gedibdi, Ərəbistana gedib hər yerə. Oradan gedibdi deyir ki bunlar nəcür çöllüğü sevriblər əkinçiliğə. Buğda əkirlər Ərəbistanda, meşə əkirlər. Onu bir dana mən videosunu gördüm. Deyir ki, dəryada suyu qazıb şirin edir Ərəbistan. Yerin altı ilə tunel vurubdur. 6 metr bunun tunelin quturudur. 6 metrdən qoymur su çıxsın, üzünə gəlsin ki, buxar olar. Buğlanar gedər. Deyir bunu gətirir o Ərəbistanın çöllərinə. Lülə ilə çıxadır üstə. 2 futbol meydanı böyüklüyündə ta 6 futbol meydanı böyüklükdə dairə düzəldir. Orada bu suyuna oranı ağac əkir ya ora buğda əkir. O suyu orada istifadə edir. Deyir ki, Ərəbistanın bu ilki yağış çox yağıbdır. Deyirlər onun səbəbi budur. O qədər ağaçlıq eləyiblər Ərəbistanın çöllüklərin. O qədər ora yağış yağır. İndi biz Azərbaycanın yağışı var, ağacı yoxdur. Siz də buyurdunuz, meşəndə odurlar, yanır, gedir. Məsələn, sizin milli mənafeydən biri bu ola bilər ki, milli ağac əkmək düşüncəsi. Hərə, məsələn, məsələn 10 dana, 20 dana, 50 dana ağac əksin. Göllərdə. Məsələn, mənim bir dostum var idi, milli düşüncə deyəndə o zeynimə həmişə gəlir. Amerikadan gəlmişdi. Amerikada yuxarı səviyyədə dərs oxumuşdu. Gəlmişdi, Təbrizdə qalırdı. Dədəsi də televizyonun, şah zamanı Təbriz televizyonunun rəisiymiş. Təbrizdə nənəsi, dədəsi qalırdı. Gəlmişdi onları görməyə. Dost olduq. Bu deyirdi ki, meyvə yeyəndə Cənab Yahya, bu meyvə yeyəndə hər nə yesəydi, şaftalı olsun, ya alma olsun, ya üzüm olsun. Bunun dənəsini bir dana çıxadardı, yığardı cibinə. Bunun cibləri həmişə belə olardı. Gedə-gedə dağa çıxasıydı bu, çöldə gedik. Bir dana ağaç götürərdi, belə vurardı, əlindən toxuma atardı, ağacı salardı. Onun torpağı örtərdi onun üstünə. Soruşdum ki, niyə? Dedi ki, biz bu vətəni vətən eləməliyik, onu da əkmaqla. Əkəcəyik. Bura nə qət başlarsanız, gedin əkin, qoyun yağış yağacaq, bir gün bu göyərəcəkdir. Qoyun keçiləriniz yesin, qoyun canavarlarınız yesin, qoyun ayılarınız yesin. Qarpızın dənəsini aparat etdikdə, qohunun dənəsini yaz. Buğdalar ildə biz neçə min kilo bayramda buğdanı, şivərəni, filanı göyərdilər, ay düşdür. Ayın 13'ü gələndə, bayram 13'ü gələndə atılları işləyə. Bunu bax, bunu fəqət səpələr çölə deyərlər, qoy bitsin, qoy quşlarımız yesin. Qoy heyvan.
Bu bizim biz əslən bunları milli şeylər düşünmürük. Bizə Aslında deməlidirlər bizim, ki, Cenab-ı Hak, bizim kültürümüzde bu var. Bizim kültürümüzde bu da vardı ki Zertoş dininde de var. Zertoş'un bırakıda paygayı Azerbaycan Moğollar Muğan'dan çıkıplar da o məntəqədə. Ve Azerbaycan'da yani Zertoş dininde de her evlenen evlendiği için bir ağa geçer. Yani merasimi izdivac bir ağac ile olar. Tabi da görsədir ki demek bizim kültürümüzde, bizim geçmişimizde var. Ağac ekmek, bunlar bizim kültürümüzdedir. Biz muvazip olmalı. O da bir milli servettir. Ona da hamısından dikkatle muvazibet eləməliyik. Ama yine dediğim kimi biz məntəqəmiz çok susuz değil ama çok da sulu değil. Biz su işletmekte dikkatli olmalıyız. Su bizim məncadımızdır əgər her ağac zaman. əkilsə, Can Yahyayı, əgər ağac əkilsə Azərbaycanda hava dəyişərmi? Yağış Tabii ki de dəyişərmi? Mühit dəyişərmi? oksijenin mənbəsi ağaçlardır. Oksijenin mənbəsi, ondan sonra yağışın çəkilmə mənbəsi. Bunlar hamısı ağaçtan asılıdır, bəllidir. Bəllidir, təbiəti dəyişdirmək olar. Və yoxsa çöl olar. Mən dünənləri bir video gördüm. Dünən görməyək. Keçən həftə bir video gördüm. Çox mənə təsir qoydu. Buradan da Bəli. dostları görəndə deyirəm. Türkiyədə 2 dənə kişi bir dənə baltanı götürüblər. Baltanın ağzın, dəmir qismətin bir şeylə, parça ilə, məsələn, bir yaxşı köhnə bir xotla bunun üstünü örtüblər. Adam soruşur ki, bunun niyə ağzını örtmüşsən? Deyir, gedirəm urmana, ağaçlar qorxmasın deyə. Bəli. Ağaçlar qorxmasın deyə. Olmasın. Gedib bir şeyə, bir dənə ağacın dibinə gediblər, həman iki adam, həman balta ilə. Baltanın ağzı örtülüdür. Deyir, bu baltanın ağzını açır. Deyir, niyə açırsan? Deyir ki, bu ağac mənə meyvə vermir. Bunu doğrayacağım. Deyir ki, açma, doğrama. Bu ağac sənə qol verir, gələn bir meyvə gətirsin. Gələn meyvə Deyir verir. ki, Bəli. o adam deyir ki, amma sənin sözümə etimad edirəm. Gələn il meyvə verməsə doğrayacağam. Deyir ki, bu adam sonra deyir, tövzih verirlər. Deyirlər ki, bu Azərbaycanlıların və Türklərin əski bir ənənəsidir. Bəli. Meşəyə gedirlər ağac doğramağa. Onun ağzını bağlardılar ki, ağaçlara şey gəlməsin. Enerji. Bir növ enerjiyə inanırmışlar da. Ağaçlar görürlər, hiss edirlər, düşünürlər, qorxurlar, qorxularının qabağınasınlar. Eyni halda deyir, ağacı təhdid eləyəndə gələn il meyvə verər. Bəli. Mən bunu təcrübə elədim özüm şəxsinə aydındır. Bizim həyətdə, olduğum yerdə həyətdə bir ağac vardı, əhmişdik. Bu ağac qışda dondu, aradan getdi. Mən bu videonu eşidəndən sonra durdum, beli götdüm, getdim. Bu ağacı yerindən, dibdən çəkdim, çıxartdım. Hayır bir ağaç açtı. Yox, xeyr. Həmanı taşdan qoydum. 3 gün sonra yarpaq verdi. 3 gün sonra yarpaq verdi. Maşallah. Demek yeri uygun değilmiş. Yox, Daha münasip həman yerə qoydum. Əslən yerini dəyişmədim. Həman yerə qoydum. Heç, bax bir şey dəyişdirmədim. Fəqət onu oradan çıxartdım. Belə silkələdim. O ağaç gördü ki da ölür. Yəni rəsmən. Qoydum ora 3 gün sonra yarpaq veribdi. İstərsiniz əksini sallam göndərirəm. Çox gözəl bir yarpaq veribdi. Yəni Ekrem size hoş günler olsun, size hoş saatler olsun. Xidmət üstəyəm də sabah. Təşəkkür edirəm. Sabah görüşərik. Sizin gecəniz xeyirli qalsın. Mən bir qısa müəxxərə ilə qutarım proqramı. Əziz və hörmətli dostlar, bu günlərdə Ayı Döşgür Yahyayı ilə danışdıq. Çox ədəbli, mərifətli, ərkanlı və öz düşüncələrini çox aydın verdilər. Hətta taza bir düşüncə yaratdılar. Milli xiyanət qavramını mən bu günləri yaradıq. Çox sevindim. Milli ərdəmli unvanını qazandılar. Mən burada yazılam. Yəni %100 aldılar bu günləri də keçən 4 günümüzü qutardıq. Dostlar, buradan Güney Azərbaycan İstiqlal Partisi, Azərbaycan Demokrat Partisi, Azərbaycan Mərkəz Partisi, Güney Azərbaycan Milli Qurtuluş Partisi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi,
e, Azərbaycan Demokrat Firqəsi 7 parti buradan cavab veribdir. Gələn həftə də 8-ci parti ilə sözlərimizə davam edəcəyik. Sağ olun, təşəkkür edirəm. Gününüz xeyrə qalsın. Görüşmək üzrə. Sabahları Can Yahyayı, sabahları saat sizin vaxtına axşam 7-də, bizim Təbriz vaxtına axşam 9-da görüşəcəyik. Gecəz xeyrə qalsın. Bizim vaxtımızda 7:30-da. Tamam, tamam. Gecəz xeyrə qalsın, görüşmək üzrə. Hələlik, var olun, var olun.